Mənim qəhrəmanım olarsan, Ehtiram Babaşov, Dedektiv sevgi romanı. Müəllifdən, mənim qəhrəmanım olarsan, bu sual ilə heç qarşılaşmısan? Açıq desək, kim qəhrəman olmaq istəməz ki? Hər kəs bu həyatda kiminsə gözündə qəhrəmandır. Kimsə atanın, kimsə sevgilisinin, kimsə qardaşının və s. Qəhrəman olmaq da həmişə qəhrəmanlıq tələb etmir ki. Bəzən həyat səni özün də istəmədən kimi üçünsə qəhrəman seçir. Bəs hər zaman qəhrəman olaraq qalmaq necə? Çətin sualdır. Johann Hötenin təbirincə desək, həmişə qəhrəman ola bilməzsən, amma həmişə insan olaraq qala bilərsən. Bəs insan olmaq necə? İnsan olmaq da hansısa qəhrəmanlıq yaxud xüsusi bacarıq tələb etmir ki, sadəcə insan olmaq. Bu gün ətrafımızda qəhrəmanlar artsa da, insanlar azalır. Eləcə də insanlıq. İndi siz deyirsiniz ki, mərhumu tanımırdınız? Yox. Əvvəllər də onunla heç bir səmimi münasibətdə olmamışsınız? Yox. Bəs həmin gün müstəntiq sözünü bitirməsinə imkan vermədən yox təkrarlamağa başladı. Anidən yaxasından yapışıb onu divara çırpan qüvvəyə də heç bir müqavimət göstərmədi. Necə yəni tanımırsan, Kərimi sağ dirsəyini onun xırtdəyinə sıxaraq özünü arxaya döndərdi. Ənvər müəllim, bunun kimilər sizin danışan dildən anlamırlar. Deyib yenidən üzünü Səlimə tərəf çevirdi. Ay bir qeyrət, sən deyildin 6 aydır Ağayevlərin evində Minhoqqadan çıxan? Evlərində yatıb duran adam olmamısan? Axırda da yediyi qaba tüpürən oğraş. Sağ dirsəyi ilə onun biraz daha da divara dirədi. Bayaqdan sakit oturan, baş verən hadisələrə heç bir reaksiya verməyən Tahir sadəcə başını yırğalamaqla kifayətlənib durub otaqdan çıxdı. Onun çıxmasına heç fikir verməyən Kərim hərəkətlərinə davam etdi. İndi de mən olmamışam. Kifayətdir Zamanov, onun yerinə otuzdur. İmkan ver işimizi görək, bizi tək burax. Özün də çöldə bayaqçı küsəyən vəkili görsən, göndər bura. Kərim onun yaxasından irəli çəkib yenidən yerinə otuzdurdu. Bağışlayın cənab müstəntiq, belə adamlar görəndə özümə hakim ola bilmirəm. Deyib otaqdan çıxıb qapını bağladı. Həmişəki sakitliyini və ciddiliyini qoruyan Ənvər Əlibəyli sadəcə öskürərək səsini artırmaqla kifayətləndi. Araya qəribə bir sükut çökdü. Deməli belə, Səlim Əbilov Vüqaroğlu. Baş verən cinayət xırda bir soyğunçuluq deyil ki, onu maskalayıb gizlədəsiniz. Ortada 3 nəfərin cəsədi var. Bir nəfər isə ağır yaralıdır. Düzdür, onlardan ikisi polis tərəfindən müqavimət göstərdikləri üçün zərərsizləşdirilib. Amma fakt faktlığında qalır. Qapı döyüldü, ardınca da açıldı və bayaqçı vəkil qayıdıb öz yerində oturdu. Müstəntiq Əlibəyli əllərini stolun üstündə cütlədi. Gözləri ilə düz Səlimin gözünün içinə baxıb, onu ələ almağa çalışsa da, oğlan baxışlarını ondan qaçırdı. Ənvər Əlibəyli, Səlim Əbilovu başdan ayağa süzdü. Səlim 25 yaşlarında, ilk baxışdan diqqəti çəkən boy-buxunluğa malik biri idi. Saçları biraz uzun olsa da səliqəli kəsilməsi, eləcə də üzünü yeni təraş etməsi onun baxımlı olmasından xəbər verirdi. Sanki istintaq otağında təqsirləndirilən şəxs kimi cəlb edilməsəydi, onun belə bir cinayət törədə biləcəyindən heç kim şübhələnməzdi. Nəsə demək istəyirsiniz? Yox. Bir qədər dodağı qaçan müstəntiq Əlibəyli davam etdi. Bilirəm, fikirləşirsiniz ki, danışıb-danışmamağın heç bir fərqi yoxdur. Onsuz da baş verən bütün cinayətlərdə təqsirli bilənən sizsiniz. Bütün faktlar da açıq-aydın bunu göstərir. Daha danışmağa nə ehtiyac var? Ancaq mənə əsas başqa şey maraqlıdır. Bunu deyib Ənvər Əlibəyli sağ əli ilə çənəsini ovuşdurmağa başladı. Bu işə məni cəlb edəndə ilk diqqətimi çəkən bu oldu. Necə oldu ki, belə adlı sanlı Ağayevlər ailəsi, Arif Bankın sədri, Arif Ağayev kimi şəxs səni evinə almışdı. Səni deyənə məsəf başa düşmə. Səlim Əbilov,
Sizin elə bir qaranlıq keçmişiniz olmayıb. Sadəcə bunu deyib masanın kənarında duran qalan, qara qovluğu açıb içərisindən hansısa sənədləri çıxarıb stolun üstünə atdı. Təxminən 6 ay bundan əvvələ qədər. Yəni burada da elə bir qəbahətli işiniz olub demək olmaz. Müstəntiq sənədi qarışdırdı. Gülər Ağayeva, Arif qızına qarşı törədilən quldurluq. Bu günə kimi bağlı qalan bu işdə tək şahid siz olmusunuz. Eləcə də quldurluğun qarşısına alarkən özünüz quldurların qurbanına çevrilmisiniz. Maraqlıdır. Əlindəki sənədləri yenidən stolun üstünə atan Ənvər Əlibəyli, bununla Səlimin diqqətini çəkmək istəsə də, ondan yenidən bir tərpəniş görmədi. Heç ciddiliyini pozmadan, yenidən qara qovluğunu açıb orada kiçik çəhrayı bir kitabça çıxartdı. Sən demə, mərhum Gülər Ağayeva uzun müddətdir ki, gündəlik yazırmış. Bilərəkdən sözünü davam etmədən saxladı. Səlim astadan başını qaldırıb gündəliyə baxdı. Amma bir söz demədi. Axır ki, onun diqqətini cəlb edən bir şeyi tapdığını anlayan müstəntiq davam etdi. Gündəliyi hadisədən sonra Arif Ağayevin villasına baxış keçirən zaman Gülərin yataq otağındakı yastığın altından tapmışıq. Yazılanlardan belə görünür ki, Gülər 6-7 ildir ki, gündəlik yazırmış. Anası mərhum Nigar Ağayeva Vaqif qızını itirən gündən daha sonra gündəliyin ilk səhifəsini açdı. 15 may 2014-cü il. Bugün səhər ayılanda anamı yenidən görmədim. Naz mənə dedi ki, anam axşam qayıdacaq. Mənə də balaca bir qardaş gətirəcək. Ancaq anam bir də geri gəlmədi. Onun yerinə yalnız balaca qardaşım gəldi. Adını mən fikirləşdim. Murad. Belə-belə, gündəliyi vərəqləyərkən ona fikir verdim ki, Gülər Ağayeva gündəlik olaraq yazmırmış. Sadəcə önəmli, maraqlı gələn zaman qeydlər edirmiş. Ta ki sizinlə qarşılaşan günə kimi. 11 fevral 2020-ci ildən başlayaraq isə daha sıx-sıx demək olar ki, hər gün qeyd edirmiş. Sözlərinə deyə-deyə bütün diqqətini oğlanın simasına zilləmişdi. Səlimin simasını necə dəyişdiyini, rəng verib rəng aldığını görməmək üçün kör olmaq lazım idi. Demək həyatında önəmli yer tuta bilmisiniz ki, sizə belə dəyər verirmiş. Daha sonra gündəliyi yenidən vərəqləməyə başladı. İstədiyi yeri tapdığına əmin olan zaman dayandı. 11 fevral 2020-ci il. Anamı itirdiyim gündən sonra bəlkə də həyatımın ən dəhşətli gecəsini yaşadım. Amma həmin gecə mən onu, mənim qəhrəmanım olanı tapdım. Aydan, başa düşdüm. Sənin çantalarından biri maşında qalıb. Vallahi evə gələn kimi ilk işim onu tapmaq olacaq. Yox ay qız, geri qayıtmaq üçün daha gecdir. 10 dəqiqəyə evə çataram bəlkə də. Biraz da geciksən bilirsən də. İndi isə imkan ver evə çatım. Oldu, öpürəm. Onun söz deməsinə imkan vermədən telefonu söndürüb yan oturacağa atdı. Hava artıq çoxdan qaralmışdı. Atma yağış yağırdı. Birazdan yağışın güclənəcəyini hiss edən Gülər şüşəsilərini işə saldı. Yan oturacaqda telefonun yenidən zəngin çalması, Gülərin Arif müəllim deməsi eyni anda baş verdi. Həqiqətən də zəng edən o idi. Cəb telefonu qulağına aparan Gülər, cəmi 10 dəqiqəyə evdəyəm. Gözümün kökü saraldı ki, qızım, harda qaldın? Of, dedim axı, Arif müəllim, dedim axı, çatıram. Əsəbləşəndə atasını adı ilə çağırma şakəri var idi. Bildim qızım, amma narahatam. Axı sənə neçə dəfə dedim ki, qoy Camal da səninlə geçsin. İstəmədin. Elin günün bir vaxtı mən tək çölə çıxıram ki, özümə 1-2 dənə xırda-xuruş nəsə alım. Onda da gözümdən gətirməsəniz olmaz ki. Xırda-xuruş, ona görə səhərdən axşama kimi şəhərin canına düşmüsən? Telefondan Arifin gülüş səsləri gəldi. Həm də ki, mənə elə xırda-xuruş gəlmədi. Nəsə bugün bank kartları ay-vay salıb, telefonda susmaq bilməyib. Yenə də elə böyük şey almamışam da, əslində. Bir anlıq bunu deyib Gülər başını çevirib arxaya baxdı. Arxa tərəfdə bağlamalardan oturacaqlar görünmürdü.
Çox böyüdürsünüz. Gülər, onu bunu bilmirəm. Sən biraz da evə gec gəlsən, biz burada acından öləcəyik. Gülnaz, sən gəlmədən süfrəyə toxunmağa imkan vermir. Muradla bir-birimizə baxa-baxa qalmışıq. Bunu deyib Arif əlini masadakı Teama uzadır. Gülnaz onun əlindən vurub çəkir. Telefonda qıraqdan Gülnazın səsi eşidilir. Qızım gəlmədən heç nəyə əl vurmaq yoxdur, deyib dodaqaltı gülümsədi. Bu sırada Murad cəld süfrədəki salatdan bir xiyar götürüb ağzına aparır və atasına göz vurur. Hə, sən yəqin özün vəziyyəti başa düşdün. Səni gözləyirik. Tez gəl. Narahat olma, artıq məhəlləyə dönürəm. Güclü yağış yağır deyə yavaş-yavaş gəlirəm, deyib telefonu söndürür. Əsas yoldan çıxıb asta-asta məhəllələrinin yoluna dönür. Biraz irələdikdən sonra anidən tormoza basır. Maşın sirkələnir. Azca da qabağa getsəydi adamı vuracaqdı. Yaxşı ki vaxtında eləcə bastım, deyə fikirləşən Gülər bir qədər gözlədikdən sonra adamın tərpənmək fikri olmadığını görüb siqnal verdi. Tərpəniş olmur. Yağış da bir tərəfdən maşını döyəcləyirdi. Bir də siqnal verdi. Yenə də tərpəniş olmur. Bircə sən çatmırdın elə. Bu gecə bir xəstəyə rast gəlməyəcəkdim ki. Bu da oldu, tam oldu, deyə Gülər bir də siqnalı basıb saxlayır. Cavab almayanda şüşəni aşağı salıb başını çölə çıxararaq qışqırır. Alo, ay qardaş, bəlkə hərəkət edəsən? Onsuz da hər zaman açıq saxladığı saçları yağışdan islanır. Bu onu daha da qıqlandırır və heç nə fikirləşmədən cəld qapını açaraq aşağı düşür. Ay insan, səninlə deyiləm, deyib düz onun yanında dayanır. Başdan ayağa qara geyinən, başına da su keçirməyən kapüşonunu atan şəxs Gülərin hərəkətlərinə fikir vermir. Yağış daha da şıdırığı yağmağa davam edir. İldırım çaxır. Gülər yalnız onda qara kapüşonlu adamın murdar-murdar güldüyünü hiss edir. Oğlan başını qaldırıb qızın gözlərinin içinə baxır. Onun bu iyrənc baxışlarından vahiməyə düşən Gülər etdiyi bu hərəkətin nə qədər axmaqca olduğunu anlayır. Amma artıq gec olur. Qara kapüşonlu onun əlinin tərsi ilə vurub, zərbəsindən qız yolun kənarında təzəcə yaranmış gölməçəyə yıxılır. Bizim gözəlçə niyə belə əsəbləşib? Deyərək bic-bic dişlərini ağardır. Yandan onlara yaxınlaşan eyni geyimli şəxs də cəld əyilib Gülərin saçlarından tutaraq qaldırır. Qız nalə çəkərək zarıyır. Heç də pis şey deyilmişsən, ha, əlini qızın üzündə gəzdirir. Gülər, kömək, deyə qışqırmaq istəsə də, əli ilə onun ağzını tutub sıxır. Düşdüyü vəziyyətdən dəliyə dönmüş qız son çıxış yolu kimi dizi ilə ona zərbə vurub qaçmağa başlayır. Zərbənin təsirindən çömbələn şəxs əl işarəsi ilə digərini qızın ardınca göndərir. Özü də çox keçmədən onun arxasınca yola düzəlir. Küçə boyu əylənən tərzdə qızın ardınca qaçırlar. Yağan yağış qızın saçları ilə üzünü örtsə də var gücü ilə qaçmağa davam edir. Yolda bir neçə dəfə səndəlib yerə yıxılır. Çox keçmədən gəlib Gülərə çatdılar. İrəlidə gələn qara kapüşonlu onun çiyinlərindən çəkib divara sıxır. De gərək indi nəyin var, nəyin yox. Əclah, şərəfsiz, əlini mənim üstümdən çək. Qız ağlaya-ağlaya müqavimət göstərməyə çalışır. Gecənin bu saatında sənin kimi ceyran, elə gözəl maşında haradan gəlir? Gülər nə deyəcəyini bilmir. Eləcə tir-tir əsir. Yağış da sel kimi yağmaqda davam edir. Göy guruldayır. Yenidən ildırım çaxır. Nəyin var? Deyə qara kapüşonlu quldur bağırır. Qız onun üzündəki əllərini var gücü ilə aşağı çəkib, nə varsa maşındadır, boğuq səslə səslənir. Qara kapüşonlu şəxs onun üzərindən nəzərlərini gəzdirərək, belə baxıram, səninlə başqa cür də anlaşa bilərik. Əllərini onun bədənində gəzdirir və onu öpmək istəyir. Bunu hiss edən Gülər onun sifətinə tüpürür. Arxada duran o biri şəxs qızın bu hərəkətinə qeyri-ixtiyarı gülür. Onun qımışmasına daha da qəzəblənən qara kapüşonlu şəxs dişlərini qıcayaraq üzərindəki selgi silməyə çalışır. Üzünü sildikdən sonra əlini heç üzündən çəkmədən, əlinin arxası ilə qızın sifətinə sərt şillə çəkir. Zərbənin təsirindən Gülər əlləri açıq vəziyyətdə asfaltın üzərinə yıxılır.
Qara kapşonlu şəxs yenidən arxadan yaxınlaşıb qızın saçından tutub qaldırmaq istəyəndə əlinin üstündən başqa bir əlin yapışdığını görür. Geri dönüb baxması ilə yumruq yeməsi eyni anda olur. Çağırılmamış qonaq növbəti zərbəsi ilə o birini də yerə sərir. İlk yumruğun təsirindən ayılan qara kapşonlu şəxs əli ilə ağzının qanını səslə deyir. "Oo, bir qəhrəmanımız çatmırdı, o da gəldi." deyib qollarını açıb göyə qaldırır. "Ey igidim, məncə sən yolunla get." Deyən o biri qara kapşonlu tayı bic-bic gülməyə başlayır. Oğlan onların sözlərinə fikir vermədən qıza tərəf əyləndə sağ qabırğasından dəyən təpik onu yerə yıxır. Gülər qışqıraraq əllərini qulağına sıxıb küncə tərəf dirənir. Oğlan özünü toplayıb qalxır və yenidən qıza tərəf gedir. Bu dəfə bıçaq çaqqıltısına geri dönür. Qara kapşonlulardan birinin bıçaq tutduğunu görüb donub qalır. Oğlanın donub qaldığını görən qara kapşonlu gülməyə başlayır. "Nə oldu? Sənə dedim axı, öz yolunla get." O biri tayı da onun yanında özünə yer eləyib, "Dilini utdun, qəhrəman," deyib söyür. Oğlan gözünü bıçaqdan çəkmədən onlara baxır. Əvvəlcə bıçaqsız olan ona tərəf qaçır. Onun zərbəsindən yayına bilsə də, arxadan yaxınlaşan digərini görmür. Qara kapşonlu şəxs cəld bıçağı onun sol tərəfdən qarnına saplayıb tezlə geri çəkir. Oğlan nə edəcəyini bilmədən müqavimətsiz qalır. Əlini qarnına aparır və oranın qanla dolduğunu hiss edir. Quldurlara qarşı bir neçə addım atsa da, onların cəld qaçıb aradan çıxdıqlarını görür. Çarəsizcə geriyə, qıza tərəf dönür. Yenidən bir neçə addım ona sarı atır, amma növbəti addımda taqətdən düşüb dizi üstə yerə çökür. Gözlərini Gülərdən çəkmədən ona baxa-baxa. Yarasının üstünə basdığı sağ əlini ona tərəf uzadır. Yağan yağış tez zamanda əlinin qanını yuyur. Gülərdən özünə qarşı bir tərpəniş görmür. Gözünü qızdan çəkmədən açılan əli tədricən yumulur. Elə o anda da üzü üstə şappıltı ilə gölməçəyə yıxılır. Gölməçənin suyu qızın üzünə sıçrayır. Həmin anda Gülər sanki şokdan ayılır. Yavaş-yavaş yerindən, divardan tuta-tuta ayağa qalxır. Hər şeyin bitdiyini anlayıb qaçmaq istəyir. Elə indicə Naz anasının bağrına qısılıb, için-için ağlamaq istəyir. Bir anlıq qarşısındakı oğlanı unudub bir neçə addım da atır. Amma bacarmır. Ondan ötürü canını verən adamı canı üstə qoyub getmək qayıdır. Cəld oğlanı çəkib gölməçədən çıxarır. Başını dizləri üstə alır. Əli ilə oğlanın üzünə yapışmış saçlarını kənara çəkir. Oğlan gözlərini astadan qırpıb açır. Göz-gözə gəlirlər. Oğlanın üzündə qəribə bir təbəssüm yaranır. Əlini ehtiyatla cibinə aparıb oradan telefon çıxarıb qıza uzadır və ağzının altında mırıldanır. "Məni atıb getmə," deyib gözlərini yumur. Leysam inadla sanki daha da gur yağır. Gülər əlləri ilə oğlanın köksünü daha da sıxaraq başını yuxarı qaldırıb bağıraraq ağlayır. Səlim Əbilov. Onun xəyala daldığını anlayan müstəntiq Əlibəyli sağ əlini irəli qaldıraraq çırtma çalır. İkinci çırtmada oğlan sanki yuxudan oyanırmış kimi dik atılır. "Hər şey yaxşıdır, Əbilov?" Səlimdən cavab gəlmədiyini görüb davam edir. "Dediyin qədər varmış, qəhrəman Əbilov." Dodağı azca qaçır. Hər kəs risk etməz belə qəhrəmanlığa. Tanımadığı, bilmədiyi bir qıza görə özü də... Ən maraqlısı da odur ki, belə bir qəhrəman sonradan necə qansız caniyə çevrildi. Nəsə demək istəyirsiniz? Səlim yenə bir söz demədən başını aşağı dikib dayanır. "Eybi yox, hələlik bu qədər də kifayət edər," deyib saatına baxır. Daha sonra bir şey demədən qalxıb qapını açır. Çöldə başı ilə nəzarətçiyə işarə edib ondan cavab gözləmədən uzaqlaşır. Arxadan, "Aydındır, cənab mayor," sözü eşidilir. Pilləkəndən aşağı düşərkən çoxdan gözlədiyi zəng axır ki gəlir. "Hə, Zamanov, nə xəbər var?" "Xəstəxanadayam, Ənvər müəllim. Gülnaz Səfərovanın həkimi ilə danışdım." "Nəyi varmış ki?" "Əşi, heç nə, ürək getmələri var. Yastı özünə yaman əl qatıbmış. Sakitləşdirə bilmirlərmiş. Dəfinə kimi güclə saxlayıblar. Ondan sonra da burada yatır." "Aydındır. Zamanov, orada ol. Mən də gəlirəm."
Yarım saatdan sonra Ənvər Əlibəyli artıq xəstəxanada idi. Həkimlər qısa söhbətdən sonra birbaşa palataya tərəf gəldi. Palatanın qarşısında onu Kərim Zamanov gözləyirdi. Başı ilə təsdiq salamı ilə onu salamladıqdan sonra palataya daxil oldu. Palatada ilk diqqətini çəkən tibb bacısı oldu. O qoşduğu sistemdə nəyisə təmizləyirdi. Qapının açılmasına bir anlıq duruxsa da, daha sonra işinə davam elədi. Ondan fərqli olaraq çarpayıda uzanan qadının tükü belə tərpənmədi sanki. Gülnaz Səfərova 50 yaşlarında, qısa boy, dolu bədənli qadın idi. Saçlarının ön tərəfi seyrəlmiş və ağarmışdı. Xoşagəlimli siması olsa da, indi belə deyildi. Üzü pörtmüş, gözləri qıpqırmızı qızarıb, çuxurda itmişdi. Üzünün sağ tərəfi qaşının üstündən çənəsinə kimi cırılmış, dodaqları çatlaq-çatlaq olmuşdu. Müstəntiq bir neçə addım da atıb onu görə biləcəyi yerdə dayandı. Arda-arda astadan öskürərək sözə başladı. Axşamınız xeyir, Gülnaz xanım, özünüzü necə hiss edirsiniz? Sanki ağır söz eşidirmiş kimi ona tərəf baxan qadın onu təpədən dırnağa kimi süzüb nəsə demək istədi. Lakin sözləri boğazında düyünlənib qaldı. Anidən gözlərindən yaş sel kimi süzüldü. Evim yıxılıb bala, necə olacam mən? Allah məni öldürərdi kaş. Danışdıqca səsi yavaş-yavaş zəifləyib təmiz batdı. Üzərindəki yorğanın küncü ilə göz yaşlarını sildi. Sizi yaxşı başa düşürəm. Məqsədim dərdinizə təzələmək deyildi. Məni də düz başa düşün. Mən də işimi görməyə borcluyam. Deyib düz onunla üzbəüz yerdə dayandı. Prokurorluqdan gəlmişəm. Adım Ənvər Əlibəylidir. Sizə bir neçə sual verib gedəcəm. Çox vaxtınızı alan deyiləm. Müstəntiq Əlibəyli qadının artıq onu diqqətlə dinlədiyini anlayıb, mətləbə keçmək istədi. Lakin bir anlıq dayanıb kənarda onların söhbətini çox maraqla dinləyən tibb bacısına baxdı. Deyəsən onun getmək fikri yox idi. Müstəntiqin sərt baxışlarını üzündə hiss edən kimi qız sakitcə çıxıb qapını bağladı. Gülnaz xanım, Ağayevlərin evində nə vaxtdan çalışırsınız? Ənvər Əlibəyli sözə başladı. Haradasa 30 il olar. Mən saçımı orada ağartmışam. Mən orada xidmətçi kimi çalışmırdım. Onlar məni həmişə ailədən biri kimi görüb. Gülər elə gözünü açıb ilk dəfə mənə ana deyib. Mən onu əlimdə böyütmüşəm. Eləcə də Muradı. Bəs Nigar Ağayeva buna narazılıq etmirdi? Ay bala, rəhmətliyin ürəyindən idi elə. İş güc adamı olduğu üçün evdə tapılmırdı heç. O ki qaldı analıq eləsin. Mən də neyləyim? Meylimi onlara salıb yaşayırdım elə. Nazanası idim onun. Vay, kəş elə nazanan öləydi. Yenədən ağlamağa başladı. Yadınızdadırsa, Gülər Ağayevanın maşınının qabağını kəsib, ona qarşı quldurluq eləmişdilər. O hadisə haqqında nə deyə bilərsiniz? Bədbəxt qızının başında bəla əskik olurdu ki, heç. İndiki kimi yadımdadır. 1000 dəfə azarladım ki, getmə bala, hava pisdir, elədir, belədir, kimə deyirsən? Gecə də gəlib çıxmayanda Arif aləmi qatdı bir-birinə. Axırda da xəstəxanadan zəng gəldi ki, bəs buradadır. Biz də tez tələksik, yığışıb getdik. Gülər ürkək baxışlarla gözlərini açmağa başlayır. Nə baş verdiyini, harada olduğunu anlamır. Qeyri-ixtiyarı başını sola çevirəndə sol çarpayda uzanan oğlanı görür. Ürəyi tez-tez atmağa başlayır. Yalnız onda hər şey yadına düşür. Bir anlıq yenidən biraz əvvəl olanlar göz önünə gəlir. İyrənc sifətli əclaflarla qarşılaşması, ona toxunmaq istəmələri, oğlanın bıçaqlanması, ona uzanan qanlı əl. Qısa-qısa hər şeyi xatırlayır. Oğlan, doğrudan görən bu qəhrəman haradan gəlib çıxdı? Onun üzü haradan tanış gəlir? Bir daha çevrilib ona tərəf baxır. Gülnaz qaça-qaça xəstəxanaya daxil olur. Ariflə onun sadiq işçisi Həmid də. Onun ardınca qeydiyyat masasında nəsə soruşurlar. Arif əli ilə dəhlizin digər tərəfini göstərib dəqiqləşdirdikdən sonra qaçmağa başlayırlar. Palataya birinci Gülnaz daxil olur. İçəri girən kimi əlləri ilə belindən tez tutub dərindən nəfəs almağa başlayır. Ay aman, ürəyim partladı ki, deyib yenidən tövşəyə-tövşəyə nəfəs almağa başlayır.
Ardınca da Həmid ilə Arif özlərini yetirirlər. Gülnaz bir qədər özünü ələ alıb başını qaldırır və Güləri görür. Qızım, gözlərinə qurban olduğum. Gülər də onu görən kimi çarpayıdan qalxıb üzərinə atılır. Ana, Nazanam deyib hönkürüb ağlayır. Qucaqlaşıb ağlaşırlar. Biraz ağlayıb ürəyini boşaltdıqdan sonra Arif yaxınlaşıb qızını qucaqlayır. Ah, qızım, bizi az qala dəli etmişdin. Hər şey yaxşıdırmı? Əlləri ilə qızının saçlarını oxşayıb, saçlarını özündən kənara yığdı. Gülərin alnında üzəri bantlanmış yaraları görünür. Arifin nəsə deməsinə imkan vermədən Gülnaz özünü irəli atır. Bu nədir ay qızım, bunları hansı əli qurumuş edib sənə? Gülər heç nə demir. İçini çəkə-çəkə ağlamağa davam edir. Həmid Arifin çiyninə dəstək verən kimi toxunur və bayırda olduğunu bildirib çıxır. Arifin gözü yan çarpayıya sataşır. O kimdir? Gülər gözünün yaşını silə-silə arxaya dönür. Gülnaz da onunla birlikdə. Bu, başqa bir şey demədən qəhər yenidən onu boğur. Uşaq kimi ağlamağa davam edir. Gülnaz sinəsini qabağa verir. Yoxsa bu başı batmışın başının altından çıxıb bütün bu işlər, hə? Vicdansız köpək oğlu, çəkil, parçalayacam onu. Oğlana tərəf getmək istəyəndə Gülər onun qabağına keçib saxlayır. Yox, ana, yox. Özünü toxtayıb davam edir. Onun sayəsində mən yaşayıram. O əli ilə oğlanı göstərdi. O olmasaydı, bəlkə də mən artıq ölmüşdüm. Məni o xilas etdi əclafların əllərindən. Mənə görə də onu bıçaqladılar. Mənə görə də o bu gündədir. Yenidən ağlamağa başlayır. Gülnaz onu bağrına basır. Keçdi qızım, keçdi. Hər şey keçdi. Sakitləş qızım, sakitləş. Deyə-deyə bir gözü ilə də altdan-altdan oğlana baxır. Eləcə də Arif bir söz demədən bir qədər dayanıb oğlana baxır. Sonra həkimlə danışmaq üçün otaqdan çıxır. Gülnaz bir gözü hələ də oğlanda ola-ola, əli ilə də Güllərin saçına oxşayaraq ona təskinlik verir. Baxışları ilə də oğlandan xoşu gəldiyini açıq-aşkar göstərir. Maşallah, aslan kimi oğlanmış. Allah bəd nəzərdən saxlasın. Sənə görə özünü qabağa atıb, əhsən. İndiki dövrdə beləsi çətin tapılar. Çox da yaraşıqlıymış. Maşallah. Altdan-altdan Gülərə söz atırmış kimi danışır. Gülnəzam nəyə söz atdığını göydə tutan Gülər yavaş-yavaş başını onun çiyninə çəkir. Mənim düşdüyüm bu vəziyyətdə sənin danışdığın sözə baxı. Bu vəziyyətdə də bunu düşünə bilərsən. Sənə sözüm tay yoxdur. Altdan-altdan özü də gülür. Qızım, sən cavansan hələ. Nə danışdığımı anlamazsan. Həm də sözün düzünü deyirəm də. Hələ sən dayan, bir görün bu oğlana yaxından baxım. Gülnaz oğlana tərəf gedib başının üstünü kəstirir. Yox, Naz, bunu etmək yox. Bura qayıt, tez ol, deyə qışqıran qız əllərini əsəbi şəkildə başına çırpır. Gülərin sözünə məhəl qoymadan oğlana yaxınlaşan Gülnaz əlləri ilə oğlanın üz gözünü dartışdırmağa başlayır. Demək belə. Dediyim qədər varmış ki. Gülərək əvvəlcə oğlanın saçlarına toxunur, yanaqlarını dartışdırır, burnuna toxunur. Dayan, Naz, dayan. Nə eləyirsən axı? Biabır elədin bizi. Gülər özü də yaxına gəlib oğlanın başının üstünü alır. Gülnazın hərəkətlərinin qarşısına almaq istəyir. İncidirsən axı onu. Gülnaz sanki ona inat daha da əli ilə oğlanın üz gözünü əlləşdirir. O əlini hara atırdısa Gülər də onun hərəkətlərinin qarşısını kəsmək istəyirdi. Dayan dedim. Qışqıran Gülər əli ilə istəmədən oğlanın üzünə zərbə indirdi. Hər ikisini qeyri-ixtiyarı gülmək tutur. Görsən, gözləri nə rəngdədir? Gülnaz oğlanın göz qapaqlarını qaldırıb indirir. Bu an oğlan özünə gəlməyə başlayır. Gözlərini qırpıb nə baş verdiyini anlamaq istəyir, amma bacarmır. Gülnaz onun sağ göz qapaqlarını əli ilə tutduğu üçün bir anlıq donub qalır. Eyni ilə Gülərin bir əli onun qaşının yuxarısında, digər əli isə yanağında idi.
Oğlan gözünü sağa sola hərəkət etdirir və nə baş verdiyini anlamağa çalışır. Nəhayət dillənir. Mən ölmüşəm. Bu an Gülərlə Gülnaz cəld əllərini ondan çəkirlər. Gülnaz özünü toplayıb deyir. Xoş gördük oğlum. Niyə ölürsən? Ölsün səni istəməyənlər. Turp kimisən, maşallah. Siz həkimsiniz? Yox əşi, nə həkimi? Gülür. Mən Gülərin anasıyam, adım Gülnazdır. Səlim çevrilib Gülərə baxır. Gülər etdiyi hərəkətdən utanıb qıpqırmızı olmuşdu. Oğlanın ona baxdığını görən kimi gözlərini yerə dikir. Səlim Gülərə baxa-baxa deyir. Gülər? Gülər də yəqin sizsiniz, deyib çarpayıda dikəlib oturmaq istəyir. Anidən yarası dartınır və ah deyib əlini yarasına aparır. Yavaş-yavaş o da hər şeyi xatırlayır sanki. Gülər, sən o qız, məni atıb getmək istəyən qız. Səlim ağzının altında mızıldanır. Gülnaz oğlanın narahat olduğunu görüb əl-ayağa düşür. Narahat olma oğlum, dincəl, bizə görə qalxma. Biz sadəcə sənin necə olduğunu yoxlamaq istəyirdik. Səni oyadıb narahat etmək istəmirdik oğlum. Elə deyil Gülər. Gülər oğlanın dodaqaltı dediklərini də eşidib daha da pərt oldu. Hə, ana, görünür o qədər də xoş alınmadı. Amma nəsə, biz öz yerimizə qaydaq. Mənim də halım yaxşı deyil. Sol əlinin arxası ilə alnına toxunur. Oğlanın nəzərlərinin üstündə olduğunu hiss etdikcə daha da qızarır. Çevrilir, yerinə qayıdır. Gülnaz başı ilə Səlimə bir daha məmnunluq bildirir. Çox sağ ol oğlum, sən böyük qəhrəmanlıq etmisən. Sən olmasaydın, çox şey baş verə bilərdi. Allah iraq eləsin. Deyib qadın sağ əli ilə sağ qulağını çəkib daha sonra çarpayının başına vurur. Daha sonra əllərini yuxarı qaldırıb cütləyir. Şükür ki, sən orada oldun. Allaha çox şükür. Daha sonra yenidən üzünü ani təbəssüm yaradıb oğlana baxır. Dincəl oğlum, biz hələ görüşəcəyik. Səlim də başı ilə təşəkkür edir. Yəqin ki, kim olsaydı eyni şeyi edərdi, dedi. Gülnaz da qayıdır, kənardan bir stul çəkib oturur. Çarpayda uzanmış, ona əsəbi baxan Gülərin əlindən yapışır. Ağzını doldurub nəsə demək istəyirdi ki, elə Arif, yanında da həkim palataya girirlər. Həkim üzünü Gülərə tutub deyir. Hamımıza keçmiş olsun, hər şey yaxşıdır. Xanım qızımızda ciddi bir şey görsənmir. Sadəcə diz qapaqlarında sıyrıqlar və alnında kiçik bir yara var. Amma daxilə qanaxma ola bilər deyə hər ehtimala bu gecəlik qonağımız olsun deyə saxladıq ki, görək yaxşıdır, deyib Gülərə gülümsündü. Daha sonra üzünü Səlimə tutur. Sizdə isə vəziyyət bir qədər ağırdır. Amma xoşbəxtlikdən bıçaq qarın boşluğuna girib. Yüngülvarı da sağ böyrək üstü vəzini zədələyib. Əməliyyatınız yaxşı keçib, şükür. Hal-hazırda vəziyyətiniz stabildir. Amma çox qan itirmisiniz deyə sizə də dincəlmək lazımdır. Daha sonra ünü Arifə çevirir. Bir daha hər birinizə keçmiş olsun. Arif müəllim, sizin mənə başqa sualınız var? Arif deyir. Yox, çox sağ olun. Həkim çıxıb gedir. Arif Səlimin özünə gəldiyini görüb ona tərəf gedir. Əlini oğlanın çiyninə qoyub, var olasın oğlum, sən ki qızımı o namərdlərin əlindən xilas etdin. Sənə nə qədər təşəkkür etsəm azdır. Əsl kişiyə yaraşan hərəkəti etmisən. Səlim deyir. Borcumuzdur. Kim olsa o anda məncə eyni şeyi edərdi. Dikəlib arxaya söykənmək istəyir. Amma yarası sızıldayır deyə üzünü turşudur. Arif onun əziyyət çəkdiyini görüb, ehtiyac yoxdur, qalxma, dincəl, mən də gedirəm onsuz, dedi. Gülnaz təəccüblə Arifə baxıb deyir. Hara gedirəm ki, qızımı bu vəziyyətə burada qoyub, hara gedə bilərəm? Mən burada qalıram, Leylanı zəng edib çağıracam ki, burada tək qoymasın. Arif Gülnazın getmək fikri olmadığına bir daha əmin olur. Əslində bu özünün də ürəyincə idi. Yaxşı, onda mən də koridorda olacam. Nəsə lazım olsa məni çağırarsan. Daha sonra üzünü Gülərə tutur. Polislərlə danışdım. Sizdən ifadəni sabah alacaqlar. Deyib qızına yaxınlaşıb alnından öpür. Saçına sığal çəkir. Dönüb başı ilə də Səlimə bir daha razılıq bildirib çıxıb gedir.
Arxasınca da Gülnaz çıxır. Gülər yenidən sol çiyini üstündə dönür. Səlimin baxışlarının ona zilləndiyini görür. Anidən ürəyi yenidən tez-tez çırpınmağa başlayır. Yanaqları ot tutub yanır. Tez geri əvvəlki vəziyyətinə qayıdır. Biraz keçir. Gülnaz qayıdıb yenidən yerində əyləşir. Yenidən qızın əlini ovucunun içinə alıb sığallamağa başlayır. Gözü Gülərin üzünə sataşır. Qızım, niyə qızarmısan? Olmaya, qızdırman var. Bir kefləmisən? Hə? Bu dəqiqə həkimi çağıram. Təlaşlı şəkildə yerindən qalxmaq istəyirdi. Gülər onun əlinə buraxmaq istəməyib saxlayır. Ana, hər şey yaxşıdır, deyib söhbəti dəyişməyə çalışır. Bura bax, səndən nə soruşacaqdım? Hə, buyur qızım. Səncə mənim aldığım paltarlar, sumkalar, hələ ayaqqabı, elə hamısı maşındadır, onları oğurlamayıblar ki? Digər çarpayıda söhbətə sakit qulaq asan Səlim bilərəkdən öskürməyə başlayır. Daha sonra yarasını əlinə aparıb zarıyır. Ay! Sanki bilərəkdən səsini eşitdirmək istəyirdi. Gülnaz oğlanın nə demək istədiyini göydə tutur. Ədalı şəkildə deyir. Yaxşı deyiblər ha, abala. Keçi can hayında, qəssab da piy axtarır. Deyib gülür. Onun bu gülüşünə astadan Səlim də qoşulur. Yat qızım, dincəl biraz. Belə şeylərlə özünü yorma. Of, Naz, axı onlara bir ətək pul vermişdim. Bunu deyib Gülər cavab gözləmədən forsla yorğanı başına çəkir. Gecədən xeyli keçmiş, Səlim yerində o tərəfə bu tərəfə vurnuxur. Yarı yuxulu gözünü aç, tərpənməz dayanır. Nə baş verdiyini, bu səsin haradan gəldiyini anlamağa çalışır. Yavaş-yavaş çarpayıdan tutaraq ayağa qalxır, otağa göz gəzdirir. Gülərin yerində necə məsum-məsum yatdığını, amma stolda otura-otura yatan Gülnazın necə at kimi xoruldadığını görüb gözləri bərəli qalır. Axsaya-axsaya irəli gedib palatanın qapısını aralayıb koridora baxır. Arifin çiyninə paltosunu atıb mürgülədiyini görür. Qapını astadan örtüb geri yerinə qayıdır. Gözü yenidən Gülərə sataşır. Bu səslə necə yatdığına təəccüb edir. Bu gün olanlar bir anlıq gözünün önünə gəlir. Son dəfə qızın ona baxması. Birdən onu bu vəziyyətdə qoyub gedə bilmə ehtimalı. Gülərə yaxınlaşır. Əlini onun üzünə aparıb qeyri-ixtiyari qızın ağzının qırağına yapışan saçı kənara çəkir. Gülərin üzü daha da aydınlanır sanki. Gülümsəyib heyranlıqla qıza baxır. Anidən qız gözlərini açır. Yaxın məsafədə göz-gözə gəlirlər. Bir anlıq nə baş verdiyini anlamayan qız qışqırmaq istəyir. Səlim cəld tərpənib onun ağzını əli ilə yumur. Digər əlinin şəhadət barmağını qızın ağzına aparıb eləyir. Yavaş-yavaş əlini qızın ağzından çəkir. Dəlisən, qorxutdun məni. Səsini qısaraq qız dillənir, gözlərini qaçırıb yerə dikir. Əslində hələ ki dəli deyiləm, amma belə getsə, Səlim sözünü bitirmədən başqa sözə keçir. Bağışla, səni qorxutmaq istəməzdim. Niyə yatmırsan ki? Həm də qızın sözünün bitməsini gözləmədən oğlan əlini yenidən onun ağzına aparıb susturur. Deyib səsini qıstıraraq deyir. Səncə bu səsdə yatmaq olar? Sakitçilik çökən kimi Gülnazın xorultusu ətrafa daha da yayılır. Hər ikisini gülmək tutur. Gülər gözlərini süzdürərək davam edir. Hə, buna görə. Amma mən bunu öyrəşmişəm, ona görə adi gəlir. Hətta sən deməsəydin, heç fikir verməzdim. Deyib yenidən astadan gülür. Hələ sənə deyim ki, mən balaca olanda da Gülnaz mənə gecələr nağıl oxuya-oxuya yuxuya gedərdi. Məni yatızdırmaq əvəzinə mən onu yatızdırardım sanki. Sonra necə xoruldadığına da tamaşa edərdim. Səlim daha ürəkdən səsli gülür. Sonra yenidən səsini qısıb deyir. Hətta o səni qınamaq düz olmazdı. Dodaqlarını bir-birinə sıxıb gülür. Gülər qalxıb çarpayıda Səlimin yanında oturur. Astadan özünü sakitləşdirmək üçün ayaqlarını çarpayıda yelləyir. Əli ilə saçlarını qulaqlarının arxasına aparıb azacıq gülümsəyir. Amma Naz mənim bir dənəmdir. Belə olmağına baxma. Ürəyi yuxa kimidir. Oğlanın ona qulaq asıb asmadığına baxmaq üçün üzünü döndərir və yenidən Səlimlə göz-gözə gəlir.
Amma bu dəfə gözlərini çəkmir. Yanaqları qızarmağa başlayır. Yavaş-yavaş gözlərini aşağı, əllərinə dikir. "Niyə baxışlarını məndən qaçırırsan?" deyə Səlim dillənir. "Heç. Sadəcə mənə görə sən ölə bilərdin. Mənsə heç olanları qəbullana bilmirəm. Sən birdən orada olmasaydın." Gülərin sözünü bitirməsinə imkan vermədən yenidən Səlim "S" eləyir. "Mən orada olmalıydım. Ona görə də oradaydım. Bu nə məndən, nə də səndən asılı deyildi. Amma bu vacib deyil. Sən buna görə gözlərini qaçırırsan?" Məncə Gülər qulaqlarına kimi qızarır. Yenidən başını qaldırıb Səlimin gözlərinə baxır. "Mən özümü günahkar bilirəm. Bir anlıq səni orada qan içində atıb qaçmaq istəyirdim." Gözlərindən bir damla yaş süzülür. "Ay, ay!" Oğlan bunu deyib, əli ilə cəld qızın göz yaşlarını silir. Gülərin başını dikəldib gözünün içinə baxır. "Sən bunu etmədin, etməzdin də." Əli ilə qızın saçlarını oxşayır. Gülərin həyəcandan tir-tir əsdiyini görüb onu sakitləşdirməyə çalışır. "Gəl bu söhbəti unudaq. Sən mənə bir can borclu idin. Məni atıb getməməklə onu ödədin. Bir sözlə ödəşdik." deyib gülümsəyir. Gülərin ondan baxışlarını çəkmədiyini görüb ona tərəf əyilir. Birdən Gülnazın xorultusu öskürəklə əvəz olunur. Qadının əli qeyri-ixtiyarı çarpayının başına çırpılır. Hər ikisi cəld geri çəkilir. Səlim əlini yarasına sıxaraq axsaya-axsaya yerinə qayıdır. Gülər də yorğanı başına çəkib tez-tez nəfəs almağa başlayır. Sanki ürəyi bu dəqiqə yerindən çıxacaqmış kimi. Öskürəyi səncəyən Gülnaz bu dəfə dodaqaltı gülümsəməyə başlayır. Yenidən əvvəlki kimi xoruldamağına davam edir. Səhər Gülər gözlərini açanda otaqda həkimlə atasının sakitcə söhbət etdiklərini görür. Gülnaz isə gözə dəymir. Səlim də diqqətlə onlara qulaq asırdı. Onlar getdikdən sonra Gülnaz gəlir. "Allaha çox şükürlər olsun. O bəd qara gün sovuşdu getdi. Allah bizi də belə sınağa çəkməsin daha. Amin." deyib əllərini göyə qaldırır. Daha sonra salavat çəkib üzünü Gülərə tutur. "Qızım, az qaldı. Birazdan gedirik evimizə. Leylaya da demişəm, qəşəng bir səhər yeməyi hazırlasın. Bu saat Muradla ikisi də səni gözləyir." "Çox şükür, ana, kabus biti." deyib Gülər qalxıb Gülnazı qucaqlayır. Bu vaxt Ariflə həkim gəlirlər. Həkim hamının diqqətinin onda olduğunu görür və deyir: "Allaha şükürlər ki, hər şey istədiyimiz kimi olur. Hər ikinizin də vəziyyəti yaxşıdır. Sadəcə ev şəraitində dincəlmək lazımdır. Eləcə də Səlim bəy, sizin sarğınızı tez-tez dəyişdirmək lazımdır." Səlim biraz qısılar tərzdə dillənir. "Mən də bu gün çıxmalıyam?" Həkim təəccüblü şəkildə, "Yox oğlum, sadəcə Arif müəllim dedi ki." Arif onun sözünü kəsib deyir: "Sən niyə evə getmirsən ki?" "Mən əslində bu saat qalmağa, getməyə yerim yoxdur. Bu günlük də burada qalıb sabahdan başımın çarəsinə baxaram." "Bax, bu nə sözdür? Başının çarəsinə baxar. Özü də..." Arif başını çevirib Həmidə işarə edir. "Səlimə kömək elə, gedirik." Səlimin bir söz deməsinə belə imkan vermədən qabaqlarına qatıb çıxırlar. "Deməli, o gündən Səlim Əbilov sizlərlə bir yerdə yaşamağa başladı?" Ənvər Əlibəyli sakit tərzdə soruşdu. "Hə, oğlum, hə. Vallah nə deyim bilmirəm. Hər şey yuxu kimi gəlir. Heç cürə inanmağım gəlmir. Bu işin içində nəsə başqa bir iş var." Gülnaz əlini əlinin üstünə cütləyib qəribə bir şəkildə fikrə daldı. "Biz də bunu aydınlaşdırmağa çalışırıq. Bir daha yastığınız yüngül olsun. Sağ olun." deyib Ənvər Əlibəyli palatadan çıxır. Dəhlizdə palatadan bir qədər aralıda Kərimin oturub çay içdiyini görür. Eləcə də müstəntiqin gəldiyini görən Kərim cəld ayağa qalxır. "Nəsə lazımdır Ənvər müəllim?" "Yox, Zamanov, bu günlük bu qədər bəsdir. Azadsan. Sabah bizi daha çətin bir gün gözləyir. Ekspertizadan rəylər gəlməlidir. Gör imkan eləsən, orada baş çəkərsən. Görək başımıza nə gəlir." Daha sonra sağollaşıb ayrıldılar. Ənvər Əlibəyli evə çatanda saat 1-ə 5 dəqiqə qalırdı.
Sakitcə qapını açaraq işıqları yandırmadan sadəcə telefon işığı ilə birbaşa özünün iş otağına üz tutur. Bu otağı təkcə iş otağı adlandırmaq da olmazdı. Çünki orada yerləşdirdiyi divan daha çox o gec evə gəldiyi vaxtlar üçün bu otağı yataq otağına çevirirdi. Bu gün də o günlərdən idi deyəsən. Sakitcə əl üzünü yuyub divana uzanır. Amma nədənsə gözünə yuxu getmədi. Qalxıb oturdu. Daha sonra isə iş masasının arxasına keçib masaüstü lampanı yandırdı. Bu iş üçün yeganə tam inandığı, həqiqətləri danışan, cansız şahidi olan gündəligi açıb vərəqləməyə başladı. Gözü Muradın super qəhrəmanla tanışlığı başlığına sataşdı və heç nə fikirləşmədən oxumağa başladı. Leyla qapını açır. İçəri ilk öncə Gülər, ardınca da Gülnaz daxil olur. Leyla Güləri görər-görməz irəli atılıb onu qucaqlayır. Daha sonra Səlim əlini Həmidin boynuna dolayıb ondan dəstək ala-ala içəri girir. Ən sonda qapıda Arif görünür ki, ayağını içəri atmadan Leyladan iş çantasını istəyir. Mənə Camal maşında gözləyir. Özümü bugünkü toplantıya çatdırmalıyam. Daha sonra üzünü Həmidə tutur. Səlimə yuxarıda yerini göstər. Dincəlsin, axşam görüşərik. Leyla onun qapıdan qayıtdığını görüb təşvişlə deyir. Arif əmi, süfrə hazır idi. İndi elə Arif pilləkəndən aşağı düşə-düşə səslənir. Sonra qızım, sonra. Səlim də səhərlər yemək yemədiyini bildirib Həmid ilə yuxarı mərtəbəyə qalxırlar. Gülər onlara fikir vermədən özü ac olduğundan süfrəyə tələsir. Təzəcə raxlanıb, bir-iki loxma ağzına atmışdı ki, Murad haradansa çıxıb qaça-qaça gəlir. Gəlib çatmağı ilə Gülərin qucağına atılmağı bir olur. Sevinə-sevinə deyir. Cicim gəldi, cicim hardaydın? Dünəndən sənin yolunu gözləyirəm. Gülər Muradı bağrına basıb doyunca üz gözündən öpür. Ay qurban olduğum, sənin üçün elə darıxmışdım ki, dünəndən fikrim hey sənin yanında qalıb. Əli ilə onun yanağını dartışdırıb burnuna toxunur. Murad üz gözünü turşudub Gülərin əlini üzündən çəkir. Bir anlıq ciddi sima alır. Cicim, dünən axşam Leyla dedi ki, səni bir super qəhrəman xilas edib, özü də əsli. Bunu deyib əllərini yetdiyi qədəri ilə yuxarı qaldırdı. Daha sonra bacısının qulağına tərəf əyilib, əlini ağzına aparıb deyir. Özü də Leyla dedi ki, bu super qəhrəman hətta uçmağı da bacarır. Düz deyir, cicim? Gülər üzünü çevirib təəccüblə Leylaya baxır. Leyla çarəsizcə çiyinlərini çəkir. Başqa heç cür sakitləşə bilmirdi. Güləri gülmək tutur. Hə, düz deyir. Bu super qəhrəmanın hətta başqa super gücləri də var. Deyib yenidən gülməyə başlayır. Daha sonra Muradın qulağına tərəf əyilib pıçıldayır. Amma bu dediklərim aramızda qalsın. Yenidən yüksək səslə danışmağa başlayır. İndi imkan ver, cicin çay içsin. Sonra səni o super qəhrəmanla tanış olmağa aparacağam. Murad cəld Gülərin qucağından yerə sıçrayır. O buradadır? Murad ağzı açıq şəkildə heyrətini gizlədə bilmir. Ura! Deyə tullanıb düşür. Hamısı gülməyə başlayır. Həmid Səlimi 3 mərtəbəli villanın 3-cü mərtəbəsindəki birbaşa eyvana açılan otağa yerləşdirir. Hə, oğlum, sən dincəl. Mən lazım olan hər şeyi birazdan göndərəcəm. Deyib Həmid gedir. Səlim otağa biraz göz gəzdirdikdən sonra eyvanın qapısını açıb eyvana çıxır. Otağın qapısının cupultu ilə açılmasına özünü itirib geri dönür. Nə baş verdiyini anlamağa çalışır. İçəri bir-iki addım atıb dayanan Murad gözü ilə otağı gəzir. Hanı o, cicim, hardadır axı? Deyən Murad Səlimin üzünə saymazlayana baxsa da, onun super qəhrəmanla əlaqəsiz hansısa işçinin olduğunu düşünürdü. Səlim mat-mat ona və onun arxasında dayanan, əli ilə gülməmək üçün ağzını tutan Gülərə baxır. Super qəhrəman harada? Səlim də özündən asılı olmadan gülməyə başlayır. Murad kədərli şəkildə eyvana tərəf baxır. Eyvanın qapısı açıq qalmışdı. Külək də eyvanın pərdəsini yellədirdi. Murad başını aşağı dikib, qəmgin-qəmgin dillənir. Bəlkə o uçub gedib. Hə, cicim, məni görmədən gedə bilərdi?
Gülər bir təhər gülməyini saxlayıb səsini artırıb dedi. Murad, bizim qəhrəman bu qarşında gördüyündür, deyib əli ilə Səlimi göstərir. Murad altdan yuxarı onu süzür. Axı, o oxşamır. Çünki bu qəhrəman çoxlu çətinliklərdən keçib. Axırıncı dəfədə bu qız onun başına əməlli başlı işə salıb. Ona görə də xəstələnib. Bunları Gülər elə dedi ki, sanki özü də öz dediklərinə inanır. Daha sonra da davam elədi. Əgər biz indi ona dincəlməyə icazə versək, o yenidən super qəhrəman olacaq. Doğrudan, onda bütün super gücləri qayıdacaq, o uça biləcək. Murad heyrətləndi. Gülər özünü saxlayaraq Səlimə baxıb biraz da əminliklə deyir. Hə, əlbəttə, sən dediyin kimi olacaq, hə. Əli ilə özünü gülməmək üçün güclə saxlayır. Yenidən Səlimə baxıb deyir. Düz demirəm, super qəhrəman dillənsənə. Səlim özünü yarı itirmiş şəkildə nə deyəcəyini bilmirdi. Hə, əlbəttə. Özünü sıxıb qamətlə biraz da düzəldə davam edir. Tezliklə bütün super güclərim qayıdacaq, deyib Murada gülümsəyir. Muradın ağzı açılır. Bir anlığa, bəlkə də Səlimi super qəhrəman kostyumunda görür. Ura, ura, deyib əllərini yana açaraq uçurmuş kimi edib geriyə dönür. Daha sonra tullana aşağı tərəfə qaçır. Pilləkəndə ayaq səsləri eşidilir. Gülərlə Səlim bir-birinə baxıb gülürlər. Birdən Gülər Səlimin köynəyində qızartı, qırmızı ləkə görür. Narahat şəkildə irəli atılaraq köynəyi azacıq qaldırıb sarğının qızardığını görür. Bunu hiss etmirsən? Biraz da əsəbi tərzdə davam edir. Sarğını təzələmək lazımdır. Bu dəqiqə qayıdıram, deyib çıxır. Tezə qayıdır, əlində kiçik tip çantası. Ciddi şəkildə Səlimə divanda yer göstərib onu otuzdurur. Görməzdən gəlirmiş kimi köynəyini soyunana kimi gözləyir. Daha sonra sarğını aça-aça dodaqaltı mızıldanır. Deyəsən bizim qəhrəman özünü doğrudan da super qəhrəman hiss edir. Azacıq dodaqları qaçır. Gözlərini oğlanın gözünə dikib bir anlıq fikrə dalır. Anidən dillənir. Mən səni haradan tanıyıram, görəsən. Sınayıcı nəzərlərlə ona baxmağa davam edir. Sarğını bitirir. Binti qayçı ilə kəsəndə bint yerə düşür. Hər ikisi eyni anda əyilib onu götürməyə çalışanda o qədər yaxından dayandılar ki, hətta bir-birinin aldığı nəfəsi də hiss etdilər. Səlimin telefonu zəng çalır və bütün hisslər bir andaca dağılıb yox olur. Səlim heç nə demədən telefonu götürüb eyvana çıxır. Gülər əli ilə fikrini yayındırmaq üçün saçlarını arxaya atır. Yanaqları yenidən qan kimi qızarır. Ürəyi yerindən çıxırmış kimi döyünür. Səlimin eyvana çıxıb qapını bağladığını görüb özünü divana atıb dərindən nəfəs almağa başlayır. Biraz keçməmiş Leyla gəlir. Polisdən gələn olduğunu, onları aşağıda gözlədiyini bildirib gedir. Gülər Səlimi gözləmədən onun ardınca cəld aşağı düşür. Ənvər Əlibəyli gecə gec və narahat yatmasına baxmayaraq, səhər həmişəkindən yarım saat tez artıq prokurorluğun binasının qabağında idi. Amma içəri girmədi. Hərəkətlərdən də hiss olunurdu ki, kimisə gəlişini gözləyir. Elə gözlədiyi adam da onu çox gözlətmədən gəlib çıxmışdı. Həmişəkindən daha şən görünən Kərəm Zamanov onu mehribanca salamladı. Sabahınız xeyir, Ənvər müəllim, gününüz uğurlu olsun. Eyni səmimiyyətlə onu salamlamağa çalışan Ənvər Əlibəyli təbəssüm göstərir. Hər vaxtın xeyir Zamanov. Çox sağ ol. Mənim yaxşı olmağım səndən asılıdır. İşlər necə gedir? Təzə nəsə öyrənə bilmisən? Deyib hərəkətləri ilə gəzə-gəzə danışmaq istədiyini bildirdi sanki. Onun hərəkətlərini göydə tutan Kərəm Zamanov onun yanında yola düzəlib davam etdi. Ənvər müəllim, düzünə qalsa, mən bilmirəm, siz nəyi qurcalayırsınız? Belə baxanda hər şey gün kimi aydındır da. Kör, gör. Hələ bir gün günorta ekspertdə rəyi veriləcək. Heç ona ehtiyac da yoxdur. Belə baxanda günün günorta çağı, 1000 dənə axtarsan şahid var ortada. Heç bu köpək oğlanın danışmasına ehtiyac da yoxdur. Ənvər Əlibəyli onun sözlərinə əhəmiyyət verməyən tərzdə söhbətə müdaxilə eləyir. Səlim Əbilovla əlbir olan cinayətkar qruplaşma haqqında nə öyrənə bildin?
Kərim Zamanov danışdığı sözlərin yersiz olduğunu anlayır. Tez özünü yığışdırır. Tural Bədirov, onun yetimxana dostu, elə oradan bir yerdə çıxıblar. Ondan sonra da arabir görüşürlərmiş, yəqin. Narkoman imiş Əclaf. Bir-iki dəfə də narkotiklə tutulub. Onun bu sözlərinə müstəntiqin diqqətlə qulaq astığını görüb daha canfəşanlıq eləyir. Ən maraqlısı o biri taylarıdır. Ənvər müəllim, Radik. Hə, Daxadayev Rusiya vətəndaşı imiş. Bizim ölkədən maraqlıdır ki, uzun illər öncə deportasiya edilib, amma nə səbəbə ölkədən çıxarıldığı dəqiq məlum deyil. Ölkəyə gəlib getməsi barədə sərhəd keçmədə heç bir məlumat görünmür. Amma aldığımız məlumatlara görə onu şəhərdə görənlər olub. Rusiyadan aldığımız məlumata görə bu bandit axırıncı dəfə elə orada quldurluğa görə axtarışda imiş. Onlarda da sərhəd keçmə haqqında rəsmi heç bir məlumat yoxdur. Əclafa baxırsan, dağa, daşa, dırmana sərhədi haradan keçmişdisə heç kimin xəbəri olmayıb. Tam adı necə oldu? Ənvər Əlibəyli anidən dilləndi. Radik Daxadayev. Nurmedoğlu, 45 yaşı var. Bu günə kimi evlənməyib, qəribədir. Bloknotdan oxuya-oxuya başı ilə təsdiq edir. Demək, Radik Daxadayev Nurmedoğlu oldu. Müstəntiq sakitcə təkrarladı. Daha sonra eyni tərzdə maraqlandı. Vəziyyəti ilə maraqlanmadın ki, nəsə irəliləyiş yoxdur ki? Yox, heç inanmıram. Həkimlər yaxşı heç nə demirlər. Görək də necə olur. Yaxşı Zamanov, mən bu gün prokurorluqda işimi bitirib yenidən Ağayevlərin villasına gedəcəm. Sənin o tərəflərə yolun düşməyib ki? Nə xəbər var? Villaya indi kim baxır? Orada qalan var görəsən? Müstəntiq maraqla soruşdu. Mən biləni indi villada heç kim qalmır. Villanın yiyəsi Arif müəllim evin tək oğlu olub. Ata-anası çoxdan rəhmətə gedib. Özü də qohum-əqrəbə ilə qaynayıb qarışan olmayıb. Kərim duruxub bir anlıq fikirləşdi. Hə, bir bacısı var idi. Sənubərdi deyəsən. O qadın da yasdan sonra Muradı götürüb gedib. Başqa da villanın yer yığışına Həmid adlı bir qoca kişi var, o baxır. Mən biləni hələ də gedib gəlir. Hə, müstəntiq onun sözünü kəsdi. Mənə də elə o lazım idi. Villada dəfində olanda onunla görüşmək imkanım olmamışdı. Ənvər Əlibəyli istədiyi cavabı artıq aldığı üçün tez tələsik Kərəmlə sağollaşdı. Prokurorluğa baş çəkib zəruri məlumatları rəhbərliklə məsləhətləşdikdən sonra birbaşa Ağayevlərin villasına üst tutur. Müstəntiq Əlibəyli Ağayevlərin villasına çatanda artıq günorta olardı. Avtomobilini bir qədər uzaqda saxlayıb villaya tərəf piyada qalxmağı fikirləşsə də küçə boyu gözünə sıraya düzülmüş maşınlar dəymədi. Maraqlıdır, belə bir samballı ailənin yasından heç 3 gün keçməyib, amma başsağlığına heç kim gəlməyib. Müstəntiq öz-özünə fikirləşdi. Yol boş olduğu üçün maşını birbaşa villanın darvazasının qarşısına sürdü. Təmkinli şəkildə avtomobildən düşür. Darvazanın qapısının açıq olduğunu görür. Qapını döymədən birbaşa içəri daxil olur. Villanın həyətində kimsə gözə dəymirdi. Yavaş-yavaş villaya tərəf bir neçə addım atır. Birdən arxadan səs eşidir. Evdə kimsə yoxdur. Ənvər Əlibəyli səs gələn tərəfə baxır. Həyətin o biri başında ağacların arasında nəsə qaraltının olduğunu gözü sezməyə başlayır. Özünü heç itirmədən deyir. Hər vaxtınız xeyir, Həmid kişi. Aqibətin xeyir, oğlum, deyə Həmid müstəntiqə tərəf yaxınlaşır. Ona tərəf bir neçə addım atandan sonra müstəntiq Əlibəyli həmin şəxsin Həmid Dadaşov olduğuna bir daha əmin olur. Haradasa 50 yaşlarında, orta boylu, qaməti bir qədər əyilmiş, saçlarının ortası keçəlləşmiş, sadəcə kənarlarında ağ tükləri gözə çarpan, yaşını hərəkətləri ilə gizlətməyə çalışan bu qoca düz gəlib onun qarşısında dayanır. Nə lazım idi bala? Mən prokurorluğun müstəntiqiyəm, Ənvər Əlibəyli. Sırağa gün yasda da burada idim. Bəlkə xatırlayarsınız. Onda sizinlə söhbət etməyə imkanım olmadı. Demək qismət bu günə imiş. Müstəntiq bir qədər təbəssüm göstərib qocanı yumuşatmağa çalışır. Olar bala, olar. Həmin gün heç başım üstümdə olub ki, gəlib gedən o qədər adam var idi ki, lap başımı itirmişdim.
Başa düşürəm Həmid kişi, sizi çox yaxşı başa düşürəm. Elə adam demişkən bu gün nəcə gözə heç kim dəymir. Belə böyük iş adamının başsağlığına gələn yoxdur daha. Müstəntiq istehzalı şəkildə soruşdu. Həmid başını qaldırıb onun gözlərinin içinə baxır. Başını yelləyib köks ötürür. Bala, rəhmətliyin elə adam olmasına baxma. Xeyrə şərəyə yarayan adam olmayıb. Elə var idi, yox idi. Bir ailəsi idi. Başqa heç kəsi yaxına buraxmazdı qəti. Düz deyiblər ki, qorxan gözə çöp düşər. Axırda da belə. Burada çoxdan işləyirsiniz? Mən? Mən Arifin uşaqlıq dostuyam bala. Biz bir yerdə böyümüşük. Rəhmətlik hara gedirdisə, arxasınca da mənə çəkib aparırdı. Nə yalan deyim. Mən institut filan oxumamışam deyə bank işlərindən başım çıxmayıb. Ona görə də evdə nə iş olub, mən həll eləyirdim o vaxtlardan. Hər işinə özüm qaçmışam. Arif də sağ olsun, həmişə hörmətimi saxlayıb. Güvəndiyi tək adamlardan biri, elə birincisi mən olmuşam ki, evini alıb, ailəsindən bilib. Həmidə qəhər boğur, amma özünü toxtayıb bildirir. Arif ata-anadan yetim qalandan sonra qohumlardan heç kim ona yaxın durub, arxa dayaq olmayıb. Nə edibsə özü öz gücünə edib. O vaxtdan bəri də qohum əqrabanı görməyə gözü yoxdur. Hələ rəhmətlik Necarın ölümündən sonra lap betər olmuşdu. Heç kəsi görməyə gözü yox idi. Həmişə deyirdi ki, mən sağ olanda görmək istəmədiyim adamlar heç mən öləndən sonra da məni narahat etməsinlər. Həmidin qırışmış yanaqlarında qəribə bir təbəssüm yarandı. Başını qaldırıb müstəntiqə baxdı. Hə, valla bala, elə deyirdi. Sanki ürəkdən Ənvər Əlibəylinin heç olmasa bu sözünə inanmağını istəyirmiş kimi dedi. Müstəntiqin ona maraqla qulaq astığını görüb davam edir. Yaman tərs xəsiyyət adam idi rəhmətlik. Nədənsə tutdusa əl çəkmirdi. Heç özü də toya bayrama gedən deyildi. Hələ yaxşı ki, yasda millət tökülüşüb gəlmişdi. Düzü bilirəm, çoxmu marağa gəlmişdi. Yenə də bala, nə deyim? Mən sağ ikən ona deyirdim ki, ay bədbəxt oğlu, sabah ölüb gedəcəksən, səni yerdən götürüb çiynində aparan olmayacaq heç. Nə bilməyim, nə deyim, kimə deyim dərdimi? Susub bir nöqtəyə baxıb dayanır. Bir müddət, sonra isə, sən Allah, bağışla bala, sənin də başını, qulağına apardım eylaq. Yox, Həmid kişi, narahatçılığa ehtiyac yoxdur. Düzünü desəm, mənim ürəyimdən keçən suallara cavab verdiniz elə. Ənvər Əlibəyli onu sakitləşdirməyə çalışır. Tək elə olsun. Bir şey də mənə maraqlı qalıb. Arif Ağayev dediyiniz qədər ailəsini qoruyan adam idisə, nə əcəb qızı Gülərin tək çıxıb şəhərə getməsinə icazə verərdi? Mən Gülər Ağayevaya qarşı quldurluq olunan gecəni nəzərdə tuturam. Nə deyim, düzünə qalsa Camal həmişə onun yanında olurdu. Uşaqlıqdan bəri, lap məktəbdə də onları Camal aparıb gətirirdi. Camal, Arif Ağayevin sürücüsü? Hə, Camal mənim oğlumdur. O vaxtdan Arif sağ olsun, onu da yanına götürmüşdü. Arifin şoferliyini elə Camal edirdi. Başqa vaxtlarda da uşaqları ora-bura aparıb gətirirdi. Bazarlığı edirdi. Bax, bunu bilmirdim. Müstəntiq anidən dilləndi. Bəs həmin gün nəcəb tək gedibmiş? Hamısı o pozğun qızı, Aydanın başının altından çıxmışdı. Gülərə də başını xarab elədi. Nəyə deyirsən, and içə bilərəm, bala. Aydan kimdir ki? Aydan Arifin işçilərindən birinin qızıdır. Bura yaxın qalırlar elə. Uşaq vaxtından Gülərlə bir yerdə məktəbə gedib gəlirlər. O vaxtdan ondan xoşum gəlməyib. Oturuşun, duruşun, danışığın bilməzdi. Həmin gündə bala Gülərə nə dedisə, nə demədisə. Qızın da ağlını başından apardı. Arifin də qılığına girib razı saldı. Axşam da o həmin hadisə. O qız tez-tez gəlir bura. Uşaq vaxtı hə, sonralar gördü ki, gözümüz çox götürmür onu, dayı çox gəlməzdi. Kimlərdəndir ki o qız, yəni kimin qızıdır? Samir müəllimin. Soyadıları deyəsən Quliyevdir. Burada 5 ev o tərəfə küçənin solundakı villada yaşayırlar. Onda demək, Quliyeva Aydan Samir qızı. Aydındır, Həmid kişi. Çox vaxtınızı almayım, sağ olun. Lazım olsa yenə görüşərik. Ənvər Əlibəylə əl uzadıb Həmid ilə səmimi görüşür.
Adəti üzrə başı ilə də təşəkkürünü bildirib, tez də oradan uzaqlaşmağa başlayır. Son eşitdiyi məlumat onu çox maraqlandırdığı üçün, vaxt itirmədən darvazadan çıxan kimi Kərəmə zəng vurur. Bu Arifin işçilərindən Samir Quliyev var. Onun Aydan adında qızı olmalıdır. Axtar gör kimdir, nəçidir, nə işlə məşğul olur, nə tapa bilirsən bax gör. Telefonda Kərimin dəqiqləşdirmək üçün nəsə soruşduğu eşidildi. Ənvər Əlibəyli avtomobilinə əyləşib Səlim Əbilovun görüşünə tələsdi. Yol boyu isə Aydan Quliyevanı fikirləşirdi. Nə fikirləşirsə, anidən avtomobilini yolun sağ kənarına çəkib saxlayır. Daha sonra həmişə yanında gəzdirdiyi Gülər Ağayevanın gündəliyini çıxardıb vərəqləməyə başlayır. Ola bilməz ki, sən burada o gülmə şəkər rəfiqəndən nəsə yazmayasan. Bir qədər də vərəqlədikdən sonra gözü Aydan adına sataşdı. Bilmirəm Aydan, heç cürə bu kabusdan canımı qurtara bilmirəm. Qaranlıq, çox qaranlıq, heç nə görsənmir. Yağışın yağmağa başladığını hiss edir. Qaçmaq istəyir. Amma gözü heç yeri görmür deyə gedəcək bir yol, cığır tapmır. Sanki kör olub. Anidən gülüş səsləri eşidilir. Adi gülüş səsi yox, iyrənc səslər. Bu səslər getdikcə daha da yaxınlaşır. Gülərsə qaçmağa yer tapa bilmir. Çarəsizcə yerində donub qalır. Yağan yağış isə tamamilə onu isladır. İldırım çaxır, hər yer işıqlanır. Ətrafda fırlanıb bic-bic gülən adamları görür. Gülərə yaxınlaşmadan onun ətrafında bic-bic gülərək dövrə vururlar. Bağırmaq istəyir, səsi çıxmır. Sonra yenidən hər şey zülmətə çevrilir. Amma səslər kəsilmir. Yenidən ildırım çaxanda Səlimi görür. Qan axan əlini ona uzatmışdı. Gülər də əlini ona uzadıb, onun əlindən tutmaq istəyir. Amma nə qədər çalışsa da hərəkət edə bilmir. Yenidən zülmət çökür. Yağışın səsi, iyrənc gülüşləri, "Məni atıb getmə" səsləri bir-birinə qarışıb daha da tez təkrarlamağa başlanır. Gülər anidən bağırıb yuxudan ayılır. Qalxıb çarpayısının kənarında oturur. Tər su içində nə baş verdiyini anlamağa çalışır. Əllərini başında cütləyib dərindən nəfəs alır. Keçdi Gülər. Bu sadəcə bir kabus idi. Hər şey yaxşıdır. Əlləri ilə üzünü örtüb saxlayır. Daha sonra yenidən çarpayıya uzanır. Dolabın üzərindəki saata baxır. Saat 1-ə 23 dəqiqə işləyirdi. Yenidən dərindən nəfəs alır. Daha sonra telefonu götürür. Aydandan mesaj gəldiyini görür. "Necəsən qız?" Mesaj bölməsini açıb yazır. "Aydan, yenə təkrarlandı." Çox keçmir ki, Aydandan cavab gəlir. "Yenə?" "Hə, hər dəfə daha da qorxunc kabus görürəm." "Can, bezmişəm artıq vallah nə eləyəcəyimi bilmirəm." "Ay qız, sənə dedim də nə lazımdır." "Yox, Aydan, o olmaz." "Niyə axı? Mənə nə olub gör, sap sağlamam. Boş şeydir, asılılıq yaradır zad." "Of, bilmirəm, heç nə bilmirəm. Sadəcə o günü, o kabusu unutmaq istəyirəm." "Gülər, mənə bax, mən Kənanı necə unutdum? Ay deyirdim, unuda bilmərəm, elə, belə, indi heç yadıma da düşmür." "Cid deyirsən?" "Ay qız, hə, birinci səfərdən özünü çox xoşbəxt hiss edəcəksən. Elə bil ki, heç o günü yaşamayıbsan. Güvən mənə." "Qorxuram Aydan." "Özün bilərsən onda, cəhənnəmə ki." "Aydan." Gülər bir qədər gözlədi ki, Aydan mesaja bəlkə baxar, ancaq baxmadı. Aydanın narkotikə quraşdığını çoxdan bilirdi. Amma Aydan onun gözündə pis qız deyildi. Yeganə özünə yaxın bildiyi rəfiqəsi idi. Narkotikə quraşmaqda da Aydanın günahı olmadığını fikirləşirdi. Hamısı onun şərəfsiz sevgilisi Kənana görə idi. Qızın hissləri ilə oynayıb, axırda heç nəyin üstündə ayrıldı ondan. Olanlar hamısı onun günahıdır. Telefonu bir tərəfə atıb yenidən gözlərini yumur. Bu zirzibillər işləri yaman korladı. Ənvər Əlibəyli öz-özünə dedi. Bir qədər də fikrə daldı. Daha sonra yenidən avtomobilini işə salıb yola düzəlir. Amma fikirləri hələ də gündəlikdə oxuduqlarında qalır. Quliyeva Aydan Samir qızı narkotik maddə qəbul edir. Bəs görəsən onu kim narkotikə quraşdırıb? Kimdən alıb bu zibilləri?
Bu fikirlər onu o qədər düşündürdü ki, yolu necə getdiyini hiss etmədi. Düzü iki yol arasında qalmışdı. Prokurorluğa getsin ya təcridxanaya. Hər dəfə artıq hər şeyi açdığını fikirləşəndə yeni nəsə çıxırdı. Amma o hər bir halda bu gün yenə də Səlimi görməli idi. Ona görə də çox fikirləşmədən istintaq təcridxanasına tərəf yol aldı. Ənvər Əlibəyli dindirmə otağına çatanda artıq Səlim Əbilov və onun vəkili Tural çoxdan otaqda idilər. Qapıda bir qədər ayaq saxlayıb, onların nəsə danışdığını eşitmək istəsə də eşidə bilmədi. Onsuz da söhbət etmirdilər. İçəri keçdi. Üzünü birbaşa vəkilə tutub deyir: İndi danışdıqlarımız protokollaşdırılmayacaq. Sadəcə söhbət etməyə gəlmişəm. Müstəntiq kimi yox. Ona görə də sizlik bir işimiz yoxdur. Belə görürəm ki, əgər müvəkkilinizin də bir etirazı yoxdursa, siz gedə bilərsiniz. Vəkilin üzündə qəribə bir təbəssüm yarandı. Üzünü Səlimə tutdu. O da yavaşca başı ilə təsdiq etdi. Tural Dadaşov sakitcə otağı tərk etdi. Ənvər Əlibəyli stulu çəkib düz Səlimlə üzbəüz oturdu. Oğlan adəti üzrə yenə başını aşağı dikib nəzərlərini ondan qaçırırdı. Qapıda eşitdim ki, bura gələndən yemək içməkdən tam kəsilmisiniz. Bəs qorxmursunuz ki, belə getsə, yenidən super güclərinizi itirərsiniz? Müstəntiq bunu deyib qeyri-ixtiyarı gülümsündü. Səlim başını qaldırıb müstəntiqin gözlərinin içinə baxdı. Əsəbdən alt dodağını gəmirməyə başladı. Ona saymazıyana baxan müstəntiq Əlibəyli davam etdi. Nə yalan deyim, mərhum Gülər Ağayevanın gündəliyini tapandan sizinlə danışmağa ehtiyac qalmır. Sizin haqqınızda mənə hər şeyi deyir. O söz var, kitab kimi oxumaq. Elə həqiqi mənada sizi kitab kimi oxumuşam. İnanmırsınız? Yenə saymazıyana nəzərlərlə onu başdan ayağa süzdü. Daha sonra gündəliyi çıxardıb vərəqləməyə başladı. Götürək elə bunu, deyib başlığı oxudu. Qəhrəmanımı haradan tapdığımı axır ki öyrəndim. Axşam hamı qonaq otağında böyük yemək masasının ətrafına toplaşır. Başda həmişəki kimi Arif, sağda Gülər, onun yanında Murad, solda Səlim, onun yanında Gülnaz, son təyamı masanın üstünə tələm-tələsik qoyub dillənir. Güllərimin ən sevdiklərini bişirmişəm. Sevincək Səlimə yemək çəkməyə başlayır. Hə oğlum, Gülnazın yeməklərinin tamını bilməzsən sən. Yemək çəkə-çəkə barmaqlarının ularını birləşdirib yelləyir. Hələ bu yarpaq dolmasının dadına bax sən. Anidən bir anlıq dönüb ətrafa baxır ki, hamı dayanıb ona baxır. Biraz sıxılan tərzdə nə olub, niyə yemirsiz, deyib gözlərini döyür. Gülər forslu tərzdə özünə yemək çəkə-çəkə deyir. Naz, elə bil onları mənim adıma bişirmişdin. Gülnaz Gülərə göz vurur. Sus qız, əlin qolun yoxdur, çək də özünə. Adı sənin, dadı Səlim oğlumundur. Altdan gülür. Uşaq çoxlu qan itir və yeyib ətə canı gəlməlidir. Ye oğlum, ye. Dadı necədir? Səlim ağzı dolu şəkildə əlini ağzına aparıb, əla, söz ola bilməz, deyə mızıldanır. Gülər qaşığı boşqaba dangıldada Murada da yemək çəkir. Öz-özünə dodaqaltı mızıldanır. Neynək Nafs xanım, düşərsiz əlimə. Dönüb Murada baxır. Boşqabandakı yeməyinə heç toxunmayan Murad ağzı açıq formada Səlimin hərəkətlərini izləyirdi. Gülər qolu ilə onu dümsükləyir. Murad sanki yuxudan ayılır. Asta-asta yeməyə başlayır. Gülnaz yenə də ağzını doldurub nəsə söz deməyə hazırlaşırdı ki, baxışları Ariflə qarşılaşdı. Onun baxışlarından susmalı olduğunu o saat başa düşdü. Arif səbirlə hamının sakitləşdiyini görüb əlini uzadıb, süzdüyü sudan bir qurtum içir. Özünə yemək çəkib sözə başlayır. Mən ailəmə bağlı və onu hamıdan qoruyan biriyəm. Varım, yoxum, bütün sərvətimi ailəm bilirəm. Bu evin qapısından mənim istəmədiyim kimsə girə bilməz. Mən onu ailəmə yaxın buraxmaram. Həmçinin mən istəmədən buradan kimsə çıxıb gedə bilməz. Bəlkə də bu dediklərim sənə qəribə gələcək. Ancaq mən bu masa ətrafında oturanlardan başqa heç kimə güvənmirəm. Güvənimi qazanmaq çox çətindir. Ancaq sən indi bu masanın ətrafında oturub bizimlə bir yerdə çörək kəsirsənsə, demək bu güvəni artıq qazanmısan.
Mən səni heç araşdırmamışam da. Qızıma qarşı etdiyim bu kişilik mənə bəs edir. Ağayevlər ailəsinin düşmənləri həddindən artıq çoxdur. Mən bunu bilirəm. Buna görə həmişə tədbirli davranmışam. Amma həmin gün mənim bir sərvətimə görə az qala ailəm bədbəxt olacaqdı. Məni bu müsibətdən qurtardığın üçün sənə nə desəm azdır. Əvəzində sənə evimin qapılarını açdım. İstədiyin qədər burada qala bilərsən. Bilirəm ki, vəziyyətin indi necədir. Arif bir qədər səs tonunu yumuşaltdı. Daha sonra yenidən əsəbi tərzdə davam etdi. Bu hərəkətləri edənləri yerin dibindən də olsa tapıb nəfəslərini kəsənə kimi əl çəkən deyiləm. Bu öz yerində. Sözümün canı nə idi? Olan oldu. Şükür, hər şey yaxşı qurtardı sayəndə. Daha bu məsələni yenidən açıb qanımızı qaraltmaq istəmirəm. Mən dediyim kimi, bu evə kənardan süpürgəçi belə araşdırılmadan götürmürəm. Heç yoxdur da. Gülümsünür. Sanki çox ağır danışıb hamının iştahını çorladığını hiss edir. Söhbəti zarafata çevirir. İndi sən birdən-birə gəlib ailəmizin bir üzvü olmusan. Gərək səni biraz tanıyaq da. Hə? Nə deyirsən oğlum? Özün haqqında biraz danış görək. Səlim bir qədər tutulur sanki. Arifin belə sərt üzünü ilk dəfədir görürdü. Yediyi tikəni yarım buraxıb udqunur. Sonra özünü toplayıb sakit tərzdə danışmağa başlayır. Adım bildiyiniz kimi Səlimdir. Soyadım da Əbilovdur. Özüm uşaqlar evində böyümüşəm. Oradan sonra bir təhər universitetə girdim. Bir təhər də oranı bitirdim. Elə maraqlı, fərqli, danışılacaq bir həyatım olmayıb. Universitetdən də bəri adi qaydada hər işdə işləmişəm. Fəhlə, kuryer, mühafizətçi. Axırıncı dəfədə bir anlıq yenidən tutulsa da bir qurtum su içib davam etdi. Mən əslində sizi əvvəlcədən tanımışam. Daha doğrusu sizi, Arif müəllim. Bir müddət bundan əvvəl iş axtaraq da gəlib sizin qapınıza da çıxmışdım. Siz xatırlamırsınız yəqin. Dediyiniz kimi, Həmid məni darvazadan içəri buraxmadan oradan da yola salmışdı. Arifin dumanlı şəkildə gözünün önündə nəsə canlanır sanki. Səhər işə getmək üçün maşına təzəcə minmişdi ki, darvazanın qarşısında uzaqdan bir oğlanın dayandığını gördü. Həmid yaxınlaşıb onun iş axtardığını deyir. Deyir, işə ehtiyacım var, hər iş görərəm, bağbanlıq, mühafizətçi. Arif bir söz demədən Camala sürməsini bildirir. Darvazadan çıxanda şüşəni endirib gözücü ona baxıb əli ilə Həmidə yox işarəsi etmişdi. Səlim davam edir. Haradasa bir ay əvvəl olardı. Birdən Gülərin qaşığı əlindən düşdü. O da nəsə xatırlamağa başlayır. Həmin gün atası ilə mübahisə etmişdi. Küsüb yuxarı çıxdıqdan sonra eyvandan atasının arxasınca baxanda o da bir oğlan görmüşdü. Səlim, o sən idin. Sonradan qonşu həyətdən ona tərəf baxanda öz-özünə fikirləşirdi. Daha sonra əyilib sakitcə qaşığı yerdən qaldırdı. Arif başı ilə Səlimin dediklərini təsdiq etdi. Hə, nəsə elə bir şey yadıma düşür. Sonra nə elədim bəs? Sonra sizinlə qonşu olan Adilə xanım məni bağban kimi işə götürdü. Adilə, o səni işə götürdü? Arif heç gözləmədiyi söz eşidən tərzdə Səlimin sözünü kəsdi. Gülnaz da dodaqaltı mızıldandı. Küpə girən qarı. Səlim məyus olmuş sima alıb davam etdi. Amma elə bir müddət keçər-keçməz Əzrail qadın olduğunu anladım. Arif ürəyindən keçən sözləri eşitdiyi üçün gülümsünür. Əvvəllər çox fikir vermirdim. Bir müddət sonra artıq məni bezdirdi. Nə qədər əziyyət çəkməyimə baxmayaraq, deyəsən mənə xidmət haqqı belə vermək fikri yox idi. Bir gün axşam onunla mübahisə edib daha işləməyəcəyimi deyib çıxıb getdim. Elə həmin gecə məlum hadisə baş verdi. Səlim başını qaldırıb Gülərə baxır, göz-gözə gəlirlər. Demək ki, hər işdə bir xeyir var imiş. Arif üzünü Səlimə tutub deyir. Səlim də başı ilə təsdiq edir. Gülnaz ağzı yeməklə dolu şəkildə deyir. Yatsam yuxuma da girməzdi ki, o qarıdan nə vaxtsa bizə xeyir dəyər. Gülür, digərləri də ona qoşulur. Səlim yeməyini bitirir. Bir müddətdə sakit qaldıqdan sonra astadan dillənir. Bir daha hər şeyə görə çox sağ olun. Elə hamınız.
Biraz da yazıq sifətə alaraq davam edir. Bu gecəlikdə məni, çağırılmamış qonağı evinizdə qəbul etdiniz. Sabahdan öz başımın çarəsinə baxaram. O nə sözdür oğlum? Gülnazın sözü ağzında qalır. Arif onun sözünü kəsir. Oğlum, mən axı bayaq dedim. Mən istəmədən bu evə heç kim gələ bilməz. Eləcə də mən istəmədən buradan heç kim gedə bilməz. Çox sağ olun, amma Səlimin sözü yarımçıq qalır. Arif yenidən sərt şəkildə dillənir. Artıq söz qəbul olunmur. Dedim, bitdi. Səlim ağzını doldurub nəsə demək istəsə də, heç nə demir. Birdən Muradın nəzərlərinin onda olduğunu hiss edir. Ağlına nəsə gəlir və əlindəki qaşığı sağ əlindən sol əlinə ötürür. Murad da cəld eyni hərəkəti təkrarlayır. Gülürlər. Arif Murada baxıb gülməyini saxlayır. Ciddi şəkildə dillənir. Murad, sən bu gün nəsə yaman sakitsən. Murad adının çəkilməsi ilə başını atasına tərəf döndərib, gözlərini tez-tez qırpmağa başlayır. Hə? Hə, yox. Hər şey qaydasındadır, ata. Bu anda Səlim icazə istəyib gedir. Murad onun ardınca baxır. Sonradan təəccüblü nəzərlərlə yenidən üzünü atasına tərəf çevirir. Ata, super qəhrəman olmaq üçün bağban işləməlisən? Hamı bir ağızdan gülməyə başlayır. Arif qalxıb Muradın stoluna tərəf gedir. Əli ilə onun saçını oxşayır. Sən onsuz da mənim super qəhrəmanımsan. Belə nəticəyə gəlmək olar ki, onda sən Ağayevlər ailəsini daha əvvəlcədən, yəni onlar səni tanımazdan da əvvəl tanıyırmışsan. Ənvər Əlibəyli gündəliyi bağlayıb stolun üstünə qoyur. Cibindən bir siqaret çıxarıb yandırır. Siqaretdən bir qullab alıb üzünü Səlimə tutur. İstəyirsən? Utanma. Dedim axı, bu gün istintaq yoxdur. Yoldaş kimi dəriləşirik. Çəkinmə. Hə, istəyirsən? Müstəntiq yersiz, yaxınlıq edirmiş kimi dillənir. Səlim ona heç bir cavab vermədən bir müddət yenə gündəliyə gözünü dikərək dayanır. Baxışlarından sanki hiss etmək olurdu ki, əvvəllər bu gündəliyi haradasa görüb görmədiyini fikirləşir. Müstəntiq Əlibəyli siqaretin son tüstüsünü də ciyərlərinə alıb buraxana kimi, eyni ilə Səlim kimi dinməzcə danıb onu izlədi. Bu sakitliyi sadəcə qapının döyülməsi ilə açılmasını eyni vaxtda edən Kərəm Zamanov pozdu. Ekspertiza rəyləri hazırdır. Kərəm gətirdiyi qovluğu müstəntiqin qarşısına qoydu. Daha sonra dönüb əli ilə Səlimin çənəsinə toxunaraq onu yuxarı qaldırdı. Səndə vəziyyət necədir, kişi bala? Hələ də yadına düşmür elədiyin qələtlər? Deyib gülməyə başladı. Ənvər Əlibəyli başını qaldırıb Kərəmə baxdı və ciddi tərzdə dedi. Zamanov, sənədlərə görə çox sağ ol, amma bizi tək buraxsan yaxşı olar. Azadsan, işinlə məşğul ola bilərsən. Deyib rəyi zərfdən çıxartdı. Ənvər Əlibəylidən belə cavab gözləməyən Kərəm pərt oldu. Səlimi dindirib biraz sıxdırmaq istəsə də, müstəntiqin bu sözlərindən sonra otaqdan başı ilə sağ ol deməklə kifayətlənərək çıxıb getdi. O getdikdən sonra bir qədər otağa sakitçilik çökdü. Ənvər Əlibəyli ekspertizanın rəyi ilə tanış oldu. Oxuduqca qaşları çatıldı. Sol əli ilə alnını ovuşdurmağa başladı. Başını yuxarı qaldırmadan gözlərini qaldırıb Səlimə, onu parçalamağa hazırlaşan ovçu kimi baxdı. Daha sonra başını yelləməyə başladı. Bəlkə də əsəbini gizlətmək üçün biraz da gülümsündü. Elə bilirsən, səni onun əlinə verə bilmərəm? Nə çoxdur bu saat onun kimi canavar əməliyyatçılar, eləcə də müstəntiqlər. Sənin ağzından sözü göydə alarlar. Səncə, mən bunu bacarmaram? Hə, bacarmaram? Deyərək bağırdı. Əlində bükdüyü sənədin ucu ilə oğlanın aşağı sallanmış başını qaldırdı. Səninlə danışanda gözümün içinə bax. Güya sən də vicdan əzabı çəkirsən, hə? Əclav. Müstəntiq səsinin tonunu biraz da qaldırdı. Arifi bildim, qızı da haradasa bildim. Daha körpə uşaqdan nə istəyirdiniz, hə? Sən nə qansız adamsan, hə? Anidən Səlimin yaxasından yapışıb alnını onun alnına dirədi. Rəngi ağarmış, çarıxmış vəziyyətdə olan oğlan həmişə onunla sakit və təmkinli danışan müstəntiqdən bu hərəkətləri gözləmədiyindən gözlərini döyə-döyə qalmışdı. Özünü tülkülüyə vurma. Ənvər Əlibəyli onun yaxasından buraxıb geri yerinə oturdu.
Ekspertizanın rəyində göstərilir ki, Arif Ağayevin otağında tapılan qara bağlamadakı qurğu kustar üsulla hazırlanmış bomba olub və həmin vaxt otaqda yalnız Murad Ağayev olub. Murad Ağayev. Müstəntiqin bu sözləri Səlimin qulağında ləngər vurdu. Murad Ağayev. Bomba. Otaqda bomba olub. Nə? Səlim anidən dilləndi. Elə eşitdiyin kimidir. 6 yaşlı körpə uşaqdan nə istəyirdin? Hələ səni gözündə qəhrəman bilirmiş. Sənin kimi qansız əclafı. Qəhrəmana bir baxsan. Hə, nə donub qalmısan? De ki, onu da tanımırsan. Səlim müstəntiqin gözlərinin içinə baxa-baxa bir anlıq ağlına Murad gəlir. Murad. Gecə artıq çoxdan düşmüşdü. Səlim çarpayısında deyil, eyvanın qapısı ilə üz-üzə qoyulmuş divanda uzanıb fikrə dalmışdı. Birdən arxadan ayaq səsləri gəldiyini hiss edib gözlərini yumdu. Bundan sonra yalnız ayaq səslərinin yaxınlaşdığını və bir əlin onun üzünə toxunduğunu hiss elədi. Hey, ölmüsən? Səninləyəm, super qəhrəman. Bir qədər duruxub dayansa da yenidən davam etdi. Bəs, deyirdilər super qəhrəmanlar heç vaxt ölmürlər. Murad əlini Səlimin üzündən çəkib geri dönüb getmək istəyir. Həmin an Səlim gözlərini açıb gülümsədi. Onu kim deyib sənə? Cicim, elə Leylada. Həmişə deyirlər ki, super qəhrəmanlar ölmür. Yaralansalar da, xəstələnsələr də sonradan həmişə qalib gəlirlər. Murad inamlı şəkildə bildirdi. Cicim, o kimdir elə? Mənim bir cicim var ki, o da elə mənim cicimdir. Səlim gülümsəyib Muradın başına əli ilə sığallamağa başladı. Belədir, bəs de görüm sənin yatmaq vaxtın deyil, burada nə gəzirsən? Murad bir qədər fikrə getdi. Daha sonra Səlimin qulağına tərəf əyilib pıçıldadı. Mən uçmağı öyrənmək istəyirəm axı, deyib əsnədi. Səlim onun əsnədiyini görüb yanında ona yer ayırdı. Gəl onda yanıma, qoy super qəhrəman sənin gücündən güc alıb güclənsin. Sonra sənə uçmağı öyrədər. Murad yerini rahlayıb əsnədi. Bir qədər yırğalansa da tez yuxuya getdi. Birazdan aşağıdan asta səslə, Murad səsləri gəlməyə başladı. Səs yuxarı yaxınlaşdıqca daha da qısıldı. Murad. Gülər səsini qısıb çağırırdı. Otaqda heç bir tərpəniş olmadığını görüb sakitcə otağa girdi. Səlimi çarpayısında görmədikdə divana tərəf yönəldi. Səlimlə Muradın mışıl-mışıl yatdıqlarını gördü. Biraz baxdıqdan sonra Muradı Səlimin qollarının arasından götürüb aparmaq istədi. Səlim ayılıb onu saxladı. Sakit. Özü qolunu yavaşca Muradın başının altından çıxarıb qalxdı. Gülərlə üz-üzə dayandı. Əli ilə heç çəkinmədən qızın üzünə tökülmüş saçlarını arxaya apardı. Nə olub? Nə məsələ idi? Niyə imkan vermirsən dincələk? Mənalı şəkildə qızın gözlərinin içinə baxdı. Gülər Səlimin bu hərəkətlərindən utanıb qızardı. Onun bu baxışlarına davam gətirməyib, fırlanıb eyvana çıxdı. Səlim də onun ardınca. Sənin, Gülər əli ilə qonşu həyətə göstərdi. Oradan mənə baxdığını görmüşdüm. Bəlkə də sənə elə gəlib. Səlim ona biraz da yaxınlaşdı. Mənə elə gəlib? Gülər gülümsədi. Hə, ola bilməz ki, bəlkə də eyvana baxırmışam. Səlim də dodaqaltı güldü. Bəlkə də, sən haradan çıxdın qarşıma? Qız bir anlıq tutuldu. Sanki həmin kabusu xatırladı. Hər şey yenidən gözünün önündə canlandı. Özündən asılı olmadan rəngi dəyişir, nəfəsi daralmağa başlayır. Həmin gecə səma sanki həmişəkindən daha aydın idi. Həmin gecə sanki ay sadəcə o eyvana işıq saçırdı. O qədər aydın və parlaq idi ki, əsən həzin külək Gülərin açıq saçlarını yüngülcə tərpədirdi. Səlim arxadan asta yaxınlaşıb Gülərin qulağına pıçıldadı. Əslində, onda elə sənə baxırdım. Gülər özünü döndərib düz Səlimin gözlərinin içinə baxır. Ürəyi tez-tez döyünməyə başlayır. Səlim eyni ahənglə davam edir. Elə indi də sənə baxıram. Sağ əlini uzadıb qızın yanağını sığallayır. Birdən Gülər heç gözləmədiyi cəldiliklə onun yanından sevişib içəri keçir. Səlim əvvəlcə bunu gülümsünür. Gülərin utanıb qaçdığını fikirləşsə də geriyə dönəndə qarşılaşdığı mənzərə başqa olur. Gülnaz əsəbi şəkildə ona baxırdı.
Ağzını doldurub nəsə demək istəsə də demir. Gülnaz Muradı divandan qucağına götürdü. Mən də bayaqda aşağıdan bunları gözləyirəm. Gör burada bunlar nə edirlər. Əsəbi halda bunu deyib dönüb gedir. Gülər də onun ardınca. Qapıdan çıxanda dönüb bir də Gülərin gəlib gəlmədiyini görmək üçün arxaya baxır. Gülər qıpqırmızı qızarıb başını aşağı dikmişdi. Qızın bu vəziyyətdə olduğunu görüb ona bir şey deməyə gəlmir. Daha sonra Səlimə başdan ayağa süzüb, hələ bizim xəstəmizə bax, nə gəzirsən ay bala, soyuqda eyvanda, istəyirsən yaran irinləsin? Səlim bir söz demədən üzünü turşudur, əlini sarğıya tərəf sıxıb yavaş-yavaş çarpayıya doğru addımlayır. Gülnaz başı ilə işarə edib Gülərin qabağına keçməyini istəyir. Cəld Gülnazın qabağına keçən Gülər tez də dayanmadan aşağı düşür. Gülnaz da üzünü döndərib çıxır. Qapıdan səsi eşidilir. Bax, bu söhbətimiz burada qurtarmadı. Hələ danışacağıq. Mənim heç bir bombadan xəbərim olmayıb. Səlim sakitcə dedi. Gözünün içinə kimi yalan deyirsən. Müstəntiq sərt şəkildə Səlimin cavabını verdi. Daha sonra özünü biraz sakitləşdirməyə çalışdı. Bir siqaret də yandırır. Sən elə bilirsən bir dənə sən ağıllısan? Bankın kameralarını söndürdün. Vəssalam. Heç kim heç nədən xəbəri olmayacaq. Sən də nə haqqadan istəyirsən, çıxacaqsan. Səlim çarəsizcə başını qaldırıb Ənvər Əlibəylinin üzünə baxır. Onsuz da zəif eşidilən səsi daha da cansız çıxır. Məndən nə istəyirsən? Onsuz da mən artıq ölü kimiyəm. Nə sizin hədə qorxunuz, nə də başqa bir şey məni zərrə qədər də qorxutmur. Səndən əl çəkməyimi istəyirsən? Hə. Hara istəyirsən, gətir imza atım. Mənə verilən bütün cəzalara razıyam. Təki məni rahat buraxın. Mənim hələ başladığım heç bir işi yarımçıq buraxmaq fikrim yoxdur. Mənim beynimdə bütün parçalar yerinə oturmayana, suallarıma cavab tapmayana kimi. Səndən əl çəkməyəcəyimə əmin ol. Nəyi bilmək istəyirsən? Arifi də mən öldürmüşəm. Heç uf da demədən. Güləri də. Bir anlıq duruxdu. Mən öldürmüşəm. Elə bombanı da, onu da mən eləmişəm. Əl çəkməndən daha. Səndən əl çəkməyimi istəyirsən. Onda telefondan zəng gəlir, sözü yarımçıq qalır. Zamanov, telefonda nə eşidir, nə eşitmir, tez də telefonu söndürüb, heç nə demədən otaqdan çıxıb gedir. Səlim isə çarəsizcə açıq qalan qapıdan onun ardınca baxa-baxa qalır. Ənvər Əlibəyli xəstəxanaya çatanda binanın qarşısında bir neçə polisin və onlardan biraz uzaqda Kər Zamanovun dayandığını görür. Salamsız-kəlamsız Zamanova yaxınlaşıb, təlaşlı şəkildə soruşur. Dəqiq keçinib? Ənvər müəllim, biraz olar. Mən çatanda təzə ölübmüş. Həkim dedi ki, anidən şoka girib, sonra da ürəyi dayanıb. Ənvər Əlibəyli çarəsizcə başını yellədi. Çox heyif. Daxadayeva verilən suallarım vardı. Hamısı ürəyimdə qaldı. Özü də elə bir yerdə yığıb bütün sirləri qəbirə apardı. Ənvər Əlibəyli məyus halda xəstəxanaya girir. Bir müddət sonra artıq özünü toparlanmış halda geri qayıdır. Belə Zamanov, hər bir halda yenə də irəli baxmalıyıq. Radik Daxadayevlə bağlı ediləcək bir şey qalmadı. Amma yenə də hər şey bizim xeyrimizədir. Aydan Quliyeva ilə bağlı məsələ nə yerdədir? Nə öyrənə bildin? Kərəm Zamanov könülsüz halda dilləndi. Biraz maraqlandım. Düzü, Samir Quliyev Arifin köhnə işçilərindəndir. Qızı Aydan da Gülərlə həmyaşıd olub. Məktəbə də bir yerdə gedib gəlirlərmiş. Başqa da Kərəm fikrə gedib dayandı. Daha sonra gözlənilməz şəkildə dedi. Edəcəyəm elə, deyəcəksiniz ki, belə. Ənvər müəllim, mən başa düşə bilmirəm. Bu bankdakı qırğın qalıb bir qıraqda, biz isə düşmüşük 5-6 ay bundan qabaq olan hadisə bir quldurluğun üstünə. Heç bizim işimiz də deyil. Bu bankı çapıb talayan əclaf rahat oturub, mən də düşmüşəm hansısa qızcığazın dalıcan. Vallah, beynim heç cürə almır. Siz nə istəyirsiniz, nə axtarırsınız? Başımı tamam itirib qalmışam. Ənvər Əlibəyli Kərimin bu sərt, yersiz, qaydalara uyğun olmayan danışığını axıra kimi yekunlaşdırmasına icazə verdi. Onun tam ürəyini boşaltdığına əmin olduqdan sonra sakit tərzdə dedi.
Sənin bu reaksiyanı yaxşı başa düşürəm Zamanov, amma nəzərdən qaçırdığım bəzi məqamlar var. Elə rəhmətliyin də məni bu işə cəlb etməkdə əsas məqsədi bu incə məqamları axtarıb üzə çıxartmaqdır. Bax elə deyim, cinayəti törətmələri artıq nəticəni bildirir. Bizə isə nəticə yox, səbəb lazımdır. Onsuz da sən dediyin kimi, nəticə göz qabağındadır. Elə bilirsən mən həmin vaxt bankda olub bitənlərlə maraqlanmıram? Ən incə detallarına kimi hər şeyi araşdırmağa çalışmışam. Bunu anlamışam ki, bu qədər düşünülmüş, rahat, heç kimin ruhu da incimədən günün günorta çağı bank soyulursa, bu işə belə bəsit, sıradan bir quldurluq kimi yanaşmaq olmaz. Ənvər Əlibəyli Kərəm Zamanovun onu sözsüz və sakit tərzdə qulaq asmasından anladı ki, Kərəm artıq işin nə yerdə olduğunu başa düşür. Dediyim kimi Zamanov, bizə nəticə bəlkə də bəllidir. Amma onun nədən doğurduğunu, altdan yatan səbəblərin nə olduğunu bilmədən bu işi heç cürə aça bilmərik. Məni də bütün suallar 6 ay əvvəl baş verən Gülər Ağayeva qarşı olan quldurluğa aparır. Həmin iş də bu günə kimi bağlı qalıb, çünki çox səthi aparılıb. Mən həmin cinayət işini də yenidən qaldırıb gətirmişəm. İşə baxım, müstəntiqlə danışacağam. Neysə, sən bunlarla başını çox yorma. Sadəcə sənə indiki tapşırığım odur ki, sabah səhər Aydan Quliyevanı otağımda gözləyəcəyəm. Nə eləyirsən, elə. Hansı bəhanə ilə olursa olsun, sabah səhər sizi gözləyəcəm. Müstəntiq Əlibəyli Kərəmin çiyninə dostcasına toxunub, ona güvəndiyini bir daha göstərdi. Daha sonra oradan uzaqlaşdı. Həmin gün Ənvər Əlibəyli istintaq təcridxanasına qayıtmadı. Axşama kimi prokurorluqda qaldı. Yarımçıq qalmış digər işləri ilə maraqlandı. Eləcə də bu işlə bağlı digər məlumatlara baxdı. Saat artıq 6 olardı. Heç başqa tökülüb qalan işləri fikirləşmədən bütün sənədləri yığışdırdı. Heç olmasa bu gün evə vaxtında gedə biləcək fikri ilə xidməti otağından çıxdı. Qapını bağlayıb getdi. Amma ondan fərqli olaraq istintaq təcridxanasında qəfil tərk edib getdiyi Səlim bir müddət bir nöqtəyə baxaraq qalmışdı. Bomba. Otaqda bomba olub. Bomba olub. Müstəntiq Əlibəylini xəbərsiz, ani gedişindən bir şey başa düşməyən nəzarətçi bir müddət otağa gəlmədi ki, yəqin müstəntiq qayıdacaq. Amma bir müddətdən sonra ondan bir xəbər çıxmadığını görüb otağa girir. Səlimin bir nöqtəyə baxıb durduğunu gördü. Yaxınlaşıb onu arxadan silkələyib qalxmaqlı olduğunu bildirdi. Amma Səlim onun da hərəkətlərinə reaksiya vermədən eyni vəziyyətdə qaldı. Nəzarətçi ona ikinci dəfə toxunanda Səlim anidən dəliyə dönmüş kimi yumruğunu stola çırpıb bağırdı. Yox, ola bilməz. Orada heç bir bomba ola bilməzdi. Sağ ayağı ilə stolun kənarına vurub zərblə yerə yıxdı. Bura gəldiyi gündən dinməz söyləməz bütün əmrləri yerinə yetirən Səlimdən bu hərəkətləri gözləməyən nəzarətçi özünü itirdi. Cəld özünü ələ aldı. Qolunu Səlimin dirsəyindən sıxıb onu yerə yıxdı. Digər nəzarətçilər də səsə gəlib oğlanın üzərinə çökdülər. Onu sakitləşdirmək üçün üzünü döşəməyə sıxdılar. Nəzarətçilərin hərəkətlərinə məhəl qoymadan Səlim bağırmağa davam edirdi. Əclaf, sən bunu edə bilməzdin. Yox, daxa, sən ora bomba qoya bilməzdin. Üzü döşəməyə dirənib, ağzının suyu göz yaşına qarışsa da, eyni sözləri bir neçə dəfə təkrarladı. Beləcə sanki bir neçə vaxtdan içində yığılıb qalmış kin küdrəti boşaldıb bir qədər rahatladı. Səlimin artıq sakitləşdiyini hiss edən nəzarətçilər onu qolu bükülü şəkildə qaldırıb qollarına qandal vurdular. Daha sonra kamerasına apardılar. Ənvər Əlibəyli həmişəki kimi səhər işə vaxtında gəlmişdi. İşlər deyəsən qaydasında gedirdi. Bunu onun üzündəki özünə məxsus məmnunluq ifadəsindən də anlamaq olardı. Amma yenə də beynində fırlanan bəzi suallara cavab tapa bilsə də, hələ də rahat ola bilmirdi. Dünən verdiyi tapşırığa uyğun olaraq Kərəmdən bir cavab gözləyirdi, amma hələ də ondan bir xəbər yox idi. Dünən gecədən Aydan Quliyeva hansı suallar verəcəyi, onu necə dindirəcəyi barədə çox fikirləşmişdi. Geriyə sadəcə Kərəmin onu duyuq salmadan gətirməsi qalırdı.
Saat artıq 11 olardı. Bu vaxta kimi Zamanov çoxdan gəlməli idi. Kərəm Zamanovun gecikməsinə baxmayaraq, müstəntiq ona olan inamını itirməmişdi. Doğrusu gümanları onu bu dəfə də aldatmadı. Qapının döyülməsi ilə bütün diqqətini ora cəmlədi. Gələn Kərəm idi. Qapını cəld açıb içəri girdi. Ardınca da qapını bağladı. Nəfəsini belə dərmədən dedi: "Ənvər müəllim, Aydan Quliyeva buradadır." "Əhsən Zamanov." Müstəntiq kreslosundan sıçrayıb Kərəmə tərəf sevincək gəldi. "Necə oldu? Nə adı ilə gətirmisən?" Kərəm müstəntiqin bu marağını görüb lovğalanmağa başladı. Düzü, mənə elə də çətin olmadı. Evlərinə gedib bunu qapıdan xəbər aldığım zaman demək xidmətçi ilə danışdığımı eşidilmiş. Nə məsələ idi deyib özü gəldi. Heç nə. Qapıda ona Gülərlə bağlı bir neçə sual verdim. Əvvəlcə çox həyəcanlandı. Sonra isə məsələnin Gülərlə bağlı olduğunu anlayıb elə bir rahatladı. Hər sualıma cavab verməyə başladı. Mən də uşaq deyiləm ki, çox sıxma boğmaya salmadım. Sonra ona bu danışdıqlarını gəlib sizə də danışa biləcəyini soruşdum. O da razılaşdı. Sonra da qoşulub mənimlə buraya gəldi. Çox gözəl. Əsas odur ki, onu ürkütməmisən. Çox saxlama qapıda. Göndər gəlsin. Özünü isə bu gün bütün işlərdən azadsın. Hara istəyirsən, gedə bilərsən. Kərəm sevincək dedi. Oldu Ənvər müəllim. Çox sağ olun. Deyib otaqdan çıxdı. Ənvər Əlibəyli cəld öz yerinə qayıdıb əyləşdi. Həmişəki təmkinliyini bərpa etdi. Kərəmin çıxmasından bir qədər sonra Aydan Quliyeva gəldi. Müstəntiq onu görüb tutuldu. Qeyri-ixtiyarı başdan ayağa süzdü. Sanki gözlədiyi adam deyilmiş kimi. Aydan Quliyevanın qısa kəsilmiş saçları çiyninə çatmırdı. Saçları qara olsa da sağ tərəfdən öndən bir hissəsi qırmızı rəngə boyanmışdı. Geyindiyi qolsuz köynək onun göbəyini tam örtmürdü. Qısa şortu da köynəyindən geri qalmırdı. Sanki nümayiş etdirmək istədiyi cansız, arıq vücudu bu geyim içində daha da itib batmışdı. İlk baxışdan xoşa gəlimli simasında ən çox gözlərinə etdiyi hədsiz makiyaj diqqəti cəlb edirdi. Müstəntiq Əlibəyli diqqətini yenidən qızın gözlərinə cəmləyib söhbətə başladı. Xoş gəlmisiniz Aydan xanım, buyurun, əyləşin, deyib nəzakətlə yer göstərdi. Aydan rahat şəkildə sadəcə təbəssüm edib keçib onun göstərdiyi yerdə oturdu. Gülər Ağayevanı çoxdan tanıyırsınız? Hə, biz məktəb vaxtlarından bir yerdə oxumuşuq. Qız incə səslə dilləndi. Gülər Ağayeva bütün sirlərini sizə danışırdı? Düzünü desəm yox, Gülər çox sakit qız idi. Çox dinməz söyləməzdi. Təkcə mənimlə yox, ümumiyyətlə. Hələ ən çox danışdığı bəlkə də elə mən idim, deyib gülməyə başladı. Sizcə niyə elə idi? Bilmirəm, bəlkə də uşaqlıqdan elə böyütdükləri üçün. O qulluqçu qadın onu çox sıxırdı, hər şeyə qarışırdı. Gülnaz Səfərovanı deyirsiniz? Müstəntiq maraqla soruşdu. Hə, elə o. Çox əsasil qadın idi. Ümumiyyətlə o ailədə hamı elə idi. Əziyyətini isə Gülər çəkirdi. Aydan vetsizcə dilləndi. Gülər Ağayeva ilə tez-tez görüşürdünüz? Yox, məktəb vaxtından sonra onu çox gördüyüm yadıma düşmür. Onsuz da şəhərə çıxıb gəzən deyildik. Heç buraxan da yox idi. Qız yenə də yersiz şəkildə güldü. Ənvər Əlibəyliyə nəzərlərini yönəldib, onun da gülüb-gülmədiyinə baxdı. Onun bu baxışına müstəntiq yenə təbəssümlə cavab verdi. Buraxmırdılar deyəndə, yəni tək buraxmırdılar? Elə ikisi də nə özünün çıxmasına həvəsi vardı, nə də tək buraxan yox idi. Nə vaxt onunla görüşdüksə, onların o şoferləri var, Cəmildir, Camaldır, kim idi bilmirəm. Başımızın üstünü kəstirirdi. Ona görə də mən onunla görüşməyə heç vaxt həvəsim qalmırdı. Danışanda da elə telefonda. Aydan biraz dayanıb fikirləşdi. Sonra ürəyi dolmuş kimi davam etdi. Onsuz da Gülər elə bil heç bu dünyanın adamı deyildi. Qəribə qız idi. Xəyal dünyasında yaşayırdı. Özü də Ənvər Əlibəyli onun sözünü bilərəkdən kəsdi. Ancaq o vaxt Gülər Ağayeva qarşı quldurluq olan gecə maşında ikiniz olmuşsunuz, elə deyilmi? Bu sözləri gözləməyən Aydan bir anlıq duruxub dayandı. Stolun üzərinə uzatdığı cansız əllərini bir-birinə keçirib sıxışdırmağa başladı.
Hətta çökən sükutda barmaqlarının necə şaqqıldadığı da hiss edildi. Deyəsən, hə, qız ürəksizcə mızıldandı. Amma bunun bu söhbətə nə dəxlisi var? Üzünü müstəntiqə çevirib hövsələsizcə soruşdu. Ümumiyyətlə, məni buraya niyə çağırmısınız? Aydan sanki yuxudan oyanmış kimi gözlərini qırpdı. Bir anlıq bura necə gəldiyini xatırlayır. Hər dəfə məhəllədə gördüyü o polisin birdən-birə onların evinə gəlib onu xəbər alması. Çoxdandır o polislə qarşılaşmaq arzusu. İndi isə o polisin onların evində olması xəbəri. Bu da azmış kimi onu soruşması. Daha sonra onunla etdiyi səmimi söhbəti. Onlara aldanıb necə gəlib bura çıxdığını düşündükcə özünü danlamağa başlayır. Rəngi anidən pörtür. Ənvər Əlibəyli onu bir qədər sakitləşdirməyə çalışır. Heç bir şeyə görə sadəcə Gülar Ağayevanın rəfiqəsi kimi sizdən bir neçə şeyi dəqiqləşdirməliyəm. Dəqiqləşdirdiniz? Aydan səhv şəkildə cavab verdi. Bəli, müstəntiq gözlərini ondan çəkmədən dedi. Onda mən də artıq getsəm yaxşıdır. Qız cəld oturduğu stuldan qalxdı və müstəntiqə tərəf baxmadan qapıya tərəf yönəldi. Amma arxadan eşitdiyi söz onu saxladı. Gülər Ağayeva tez-tez kabus görürdü. Ənvər Əlibəyli onun arxasını səsləndi. Aydan geriyə dönüb əsəbi şəkildə üzünü turşutdu. Nə kabus? Siz nə danışırsınız? Mənim heç nədən xəbərim yoxdur. Ayağa qalxan müstəntiq Aydana tərəf bir neçə addım atıb onun gözlərinin içinə baxır. O qızı da zəhərləmisən ya yox? Nə zəhərləmək, nə danışdığını heç bilmirəm. Yenidən dönüb getmək istəyir. Görəsən Samir müəllim də bilir qızının narkoman olmasını. Ənvər Əlibəylinin bu sözü qızı sanki yerindən oynatdı. Pərt halda gözləri dolub anidən ağlamağa başlayır. Nə danışırsınız? Mən bilmirəm, mən heç nə istifadə etmirəm. Qız kəsik-kəsik desə də qəhər onu boğur. Müstəntiq geri qayıdıb, sirməsini çəkib oradan salfet götürərək qıza uzadır. Özünüzü ələ alın, Aydan xanım. Otursanız yaxşıdır məncə. Əli ilə yenidən qıza əvvəlki yerini göstərir. Aydan içini çəkə-çəkə qayıdıb yerində əyləşir. Ənvər Əlibəyli daha sonra suyu süzüb onun qarşısına qoyur. Aydan əli əsə-əsə sudan bir qurtum içib dillənir. Xahiş edirəm, atama heç nə deməyin. Mən çoxdandır heç nə qəbul etmirəm. Vallah, düz sözümdür. Mən heç nə qəbul etmirəm. Yenidən gözlərindən yaş sel kimi süzülür. Sakitləşin, başa düşürəm sizi. İnanın, mən də bu haqda atanıza nə isə demək fikrində deyiləm. Müstəntiq onu bir qədər sakitləşdirməyə çalışır. Axı, məndən nə istəyirsiniz? Sizə nə lazımdır? Niyə axı həmin gün Gülərin evdən tək çıxmağını istədin? Səbəb nə idi? Aydan bir müddət susub dayanır. Daha sonra nə fikirləşirsə utqunub sözə başlayır. Dedim axı, o yanındakı şoferdən zəhləm gedir. O yanımızda olanda sərbəst ola bilmirik. Həm də Gülərin özünün maşını var, sürməyi də bacarır. Niyə lazımdır axı o şofer? Aydan başını qaldırıb yavaşca müstəntiqin üzünə baxır. Sanki onun inanıb inanmadığını yoxlayırmış kimi. Hə, mən elə bildim, biz artıq bir-birimizi başa düşdük. Səmimi olacaq, sən demə yanılmışam, deyə Ənvər Əlibəyli başını yellədi. Sonuncu dəfə deyirəm, niyə? Mən bilmirəm, vallahi heç nə bilmirəm. Sadəcə bir nəfər məndən bununla etməyimi istədi. Aydan yenidən hönkürtü ilə ağlamağa başladı. Nəyi etməyini istədi? Güləri evdən tək şəhərə çıxmağa, dilə tutmağa. Nəyə görə? Bilmirəm. Mənə başqa heç nə demədi. Onda sadəcə Güləri evdən çıxarıb aparmağımı, axşama kimi başını qatmağımı istəmişdi. Başına gələnləri də sonradan bildim. Bilsəydim, belə şey olacağını vallah billah deməzdim. Qız çarəsizcə andaman elədi. Aydanın yazıq görkəm almasına fikir vermədən müstəntiq sərt şəkildə deyir. Elə bu, başqa heç nə demədi? Aydan bir qədər duruxdu. Əlindəki salfeti ilə gözünün ətrafına yayılmış qaranı silir. Bir də çantamı maşında unutmağımı istədi. Niyə? Çünki bu bəhanə ilə zəng edib tez-tez onun harada olduğunu dəqiqləşdirib ona deyirdim. Sonuncu dəfə artıq evə çatmağına az qaldığını deyəndən sonra telefonu söndürdü. Bir də mənimlə əlaqə qurmadı.
Bəs niyə hadisəni biləndən sonra gedib polisə hər şeyi danışmadın? Mənə bir də mal verməyəcəyi ilə hədələdi. Daha da betəri, kiməsə nəsə desəydim, atam hər şeyi öyrənə bilərdi. Düzünü desəm o qız məni zərrə qədər də maraqlandırmırdı. Onunla cici-bici rəfiqə kimi görüşməyimin də tək səbəbi bu idi. Deyib Aydan günahkar kimi başını aşağı salır. O adam kim idi? Haradan tanıyırdın? Özüm də bilmirəm necə oldu. Birdən-birə qarşıma çıxdı. Məni bu zibilə quraşdıran o idi. Özünü də Fərid kimi tanıtmışdı. Harada? Harada qarşılaşmısınız? Müstəntiq hövsələsizcə soruşdu. Gecə klublarının birində, köhnə sevgilimdən ayrıldığım vaxtlar idi. Vəziyyətim çox pis idi. Onunla bir müddət danışdıqdan sonra mənə təklif etməyə başladı. Özü də istifadə edirdi. İlk dəfə ilə onunla bir yerdə cümləsini bitirmədən hönkürtü ilə ağladı. Sənə pulla satırdı, ya necə? Yox, heç vaxt pul istəməyib. Baraqa olmadığını deyirdi həmişə. Sadəcə dərd ortağı kimi. Bir müddət sonra isə artıq ondan asılı vəziyyətə düşdüm. Əclaf. Mənə özündən asılı etmişdi. Tanıdığım, bildiyim tək o idi. Ona görə də mala görə nəsə desə edirdim. Qurban olum, atama heç nə deməyin. Ona heç nə deməyin. Nə desəniz edərəm. Bircə heç kim heç nə bilməsin. O oğlanı görsən tanıyarsan? Ənvər Əlibəyli onun sözlərinə əhəmiyyət vermədən dedi. Hə, tanıyaram. Qız ağlamağı bir anlıq saxlayıb ürəkdən dedi. Aydanın bu sözündən sonra müstəntiq əvvəlcə Radit Daxadayevin şəklini qaldırıb ona göstərdi. Budur. Bir qədər yaxına doğru gələn qız başını yelləyərək yox dedi. Ənvər Əlibəyli daha sonra Tural Bədirovun şəklini ona tərəf çevirdi. Bu fotonu görən kimi qızın gözləri bərəldi. Əlini şəklə tərəf uzadaraq qışqırdı. Hə, bu əclafdır Fərid. 100% əminəm. Demək belə. Yaxşı, çox sağ olun Aydan xanım. Daha sonra qızın vəziyyətinə bir daha baxıb sakit tərzdə dedi. İstəyirsinizsə sizi evinizə kimi ötürə bilərəm. Yox, sağ olun, özüm gedərəm. Sadəcə burada danışdıqlarımız... Narahat olmayın, başqa da nə isə lazım olarsa sizə xəbərdar edəcəyəm. Bir daha gəldiyinizə görə təşəkkürlər. Ənvər Əlibəyli Aydanla birlikdə prokurorluqdan çıxsa da qızın getməsini gözləmədən tezbazar avtomobilinə minib özünü istintaq təcridxanasına Səlim Əbilovun yanına çatdırdı. Dünən o gedəndən sonra oğlanın dindirmə otağında çıxardığı hoqqa ona çoxdan məlum idi. Elə söhbətə də oradan girmək istəyirdi. Ənvər Əlibəyli dindirmə otağına gəldikdən sonra nəzarətçi Səlim Əbilovu əli qandallı şəkildə gətirib müstəntiqin qarşısında stolda oturtdu. Başı ilə müstəntiqə işini tamamladığını bildirib çıxdı. Nəzarətçi getdikdən sonra Ənvər Əlibəyli adəti üzrə əllərini stolun üstündə cütləyib dərindən nəfəs aldı. Heyf, dünən tez getdim. Sən demə, konsert qabaqda imiş. Mən getdikdən sonra buranı qırıb dağıtmısan. Nə məsələ idi? Səni saxlaya bilmirlərmiş. Ənvər Əlibəylinin bu istehzalı sözlərinə Səlim cavab vermədi. Müstəntiqin də dayanmaq fikri yox idi sanki. Bir də çox heyf ki, səni Radik Daxadayevlə görüşdürə bilmədim ki, sözünü üzünə deyərdin. Heç. Bundan sonra da görüşdürə bilməyəcəm. Ən azı bu dünyada. Səlim qan çanağına dönmüş gözlərini müstəntiqə yönəltdi. Onun bu baxışlarına cavab olaraq Ənvər Əlibəyli dedi. Hə, dünən ona görə tezbazar çıxıb getdim. Mən çatanda çoxdan keçinmişdim. O da canını belə qurtardı. Yenə meydanda təksən qaldın. Səlim təpədən dırnağa kimi qızardı. Elə onun bu vəziyyətindən istifadə edən müstəntiq dedi. Hələ də o əclafı qoruyursan. Baş verən bütün hadisələr onun ucbatına başına gəlib. Amma sən hələ də hər şeyi açıb danışmaq istəmirsən. Nə deməyimi istəyirsən? Səlim başını qaldırıb müstəntiqin gözlərinin içinə baxdı. Sadəcə mənə de ki, bu olanlar hamısı təsadüfüdür. Sənin Gülərin qəhrəmana çevrilməyində, Ağayevlər ailəsinə girməyində, onların etibarını qazanıb banka ayaq açmağında. Yox. Səlim qışqıraraq onun sözünü kəsdi. Heç biri təsadüfə deyildi. Oğlandan anidən belə cavab gözləməyən Ənvər Əlibəyli duruxdu.
Daha sonra özünü ələ aldı. Bax, bu başqa məsələ. İndi isə hər şeyə, lap başdan başlayaq. Sən kimsən? Səlim başını qaldırıb bir daha onun gözlərinin içinə baxdı. Yenidən başını aşağı salıb köks ötürdü. Mən yetimxanada böyümüşəm. Turalı da oradan tanıyıram. Uşaq vaxtından ən yaxın dostum olub. Oradan çıxandan sonra da tək onunla əlaqəm vardı. Çətin günlərimdə elə yetimxananı tərk etdikdən sonra başladım. Birtəhər universitetə girsəm də elə ilk aylarında işim heç düz gətirmədi. Maddi cəhətdən də çox sıxıntı çəkirdim. Heç kirayə pulunu çatdıra bilmirdim. Nəyi başqa xərcləri. Həmin vaxtlarda bir gün yenə Turalla görüşdüm. Biraz dərdləşdik, vəziyyətimi açıb ona dedim. Sonra mənə kömək edə biləcək adamı bildiyini dedi. Bir ünvan yazıb verdi ki, elə sabah yığışıb ora gedim. Düzü əvvəlcə razılaşmadım, amma sonra düşdüyüm vəziyyət məni buna məcbur elədi. Turalla görüşdüyü günlər əvvəl olsa da, Səlim onun dediyi yerə gedib getməməyi hələ də götür-qoy edirdi. Həmin günlərdə onsuz da buna çox vaxtı qalırdı. Artıq 2 həftə idi ki, səhərlər universitetə getmək üçün 1 saat daha tez oyanıb, alaqaranlıqda şəhərə çıxırdı. Dərslər başlayana kimi veillənib Turalın dedikləri haqqında düşünürdü. Onsuz da başqa çarəsi yox idi. 2 aydan çox kirayəsini ödəyə bilmədiyi evdə, səhərlər ev sahibəsi ilə qarşılaşmaqdan, onun danlağı və hədə qorxusunu eşitməkdən bezmişdi. Buna görə də səhərin gözü açılmamış, sakit evdən çıxıb getməyi üstün tuturdu. Həmin səhərdə adəti üzrə sübh tezdən evdən çıxdı. Gün boyu çox fikirləşsə də qəti qərara gələ bilmədi. Lakin günortadan sonra kirayə qaldığı evə qayıtdıqda düşdüyü vəziyyət onu qəti qərara gəlməyə vadar etdi. Ev sahibəsi onun paltarlarını və əşyalarını darvazadan çölə tullamışdı. Darvazanı uzun müddət döysə də üzünü açan olmadı. Artıq deyiləsi, ediləsi bir şey qalmamışdı. Sonuncu çıxış yolu Turalın dediyi yerə gedib, dediyi şəxslə tanış olmaq idi və belə də etdi. Düzünü desək, Səlim hələ Turalın dediyi ünvana çatmamış peşman olmuşdu. Gördüyü mənzərə onun ürəyini heç açmırdı. Radik şəhərdən çox kənarda, içəri məhəllələrin birində, köhnə, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində qalırdı. İlk baxışdan bina o qədər köhnə görünürdü ki, sanki burada heç kim yaşamırdı. Hər an uçmaq təhlükəsi var idi. Binaya girdikdən sonra da evlərin qapılarının vəziyyətindən, binadakı çökən səssizlikdən hiss olunurdu ki, burada elə də çox adam yaşamır. Aşağıdakı zirzəmidən gələn üfunət iyi isə adamın bağrını çatladırdı. Səlim bir neçə dəfə ayaq saxlayıb geri dönmək istədi. Lakin hər dəfəsində də başqa gedəcək yeri olmadığını xatırlayıb yoluna davam etdi.